Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Mən Master Alfa Tədris Mərkəzinin informatika müəllimi Aynura Fətəliyeva. Bugün mən sizə 16 noyabr tarixində keçirilən sınaq imtahanından informatika fənninin sual izahlarını verəcəm. Çalışacağım ki, bu izahlarda həm ümumi mövzunu sizə təkrarlatmış olum, yəni daha geniş izah verim. Həm də sizi yormamaq üçün onu biraz lazımsız hissələrin yığcam formada deyəcəm. Ümid edirəm ki, hər biriniz üçün bu video izah faydalı olar. Əgər hər hansı bir sualın izahında sizə qaranlıq qalan bir nüans olarsa, mütləq ki, onu rəylərdə bildirərsiniz. Mən sizin üçün yenidən izah edərəm. Başlayaq 21-ci sualla. Deyir ki, Neyman arxitekturasının prinsiplərinə aid deyil. Baxın, deməli birinci növbədə aid deyil. Yəni bu hissəni, bu nüansı görmək lazımdır. Yəni məsələn siz birdən durub gedib aid olanları götürərsiniz. Təbii ki, burada artıq böyük bir səhvə yol vermiş olacaqsınız. Birinci növbədə gəlin istəyirsiniz biz Neymanın prinsiplərini xatırlayaq, onların bir izahlarına baxaq, daha sonra isə gəlib bu sualın izahına qayıdaq. Deməli Neymanın prinsipləri nədir? Gəlin buna baxaq. Neyman deyirdi ki, kompüter proqramla idarə olunan avtomatdır. Yəni, kompüterin işləməsi üçün proqram lazımdır. Buna məncə çox da bir izah lazımdır. Lazım deyil. Artıq hər kəs aydın şəkildə bilir ki, təbii ki, qurğunun proqramsız heç bir mənası yoxdur. Baxın, yəni qurğunun dili yoxdur ki, biz ona nə isə izah edək, biz ona nə isə başa salaq. Məsələn, mən deyim ki, bu şəkli sil, nə bilim, bu şəkli kiməsə göndər. Biz qurğularla dil tapa bilirik proqramlar sayəsində. Yəni proqramlar bilirsiniz ki, xüsusilə də əməliyyat sistemi kompüter ilə istifadəçi arasında dialoq, ünsiyyət, əlaqə yaradır. Yəni biz qurğuları idarə edirik proqramlar vasitəsilə. İkinci, kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Baxın, bu nə deməkdir? Ümumiyyətlə, bax, belə bir şey deyim. Biz bilirik ki, qurğunun, yəni kompüterin yaddaşsız heç bir mənası yoxdur. Nəyə görə? Çünki düşünün ki, siz bir veriləni daxil edirsiniz, nə bilim bir kitab yazırsınız. Məsələn, tutaq ki, bu təqdimatı hazırlayıram və yaxud da ki, hər hansı bir mətn yaradırsınız. Əgər onları yadda saxlaya bilmiriksə, nə mənası var qurğunun? Yəni bir düşünün ki, telefonunuzun yaddaşı yoxdur. Heç bir proqramı yadda saxlaya bilmirsiniz, heç bir şəkli, heç bir məlumatı. Təbii ki, o zaman qurğunun mənası qalmaz. Bəs yaxşı, ardıcıl ünvanlanan nə deməkdir? Gəlin bunu aydınlaşdıraq. Deməli, bu o deməkdir ki, kompüterin yaddaşı tək bir xətt üzrə ardıcıl şəkildə nömrələnmiş hüceyrələrdən ibarət olmalıdır. Nə deməkdir bu? Baxın, deməli, elə bir ki, belə düşünün də, kompüterin yaddaşının hər bir hissəsi sanki bir kitabın səhifələridir və hər bir səhifənin, hər bir hissənin də öz nömrəsi var, öz adresi, öz ünvanı var və nömrələr bir-bir ardıcıl gəlməlidir. Məlumatı oxumaq üçün həmin nömrəyə müraciət olunur. Tutaq ki, məsələn, hansısa bir məlumat filan nömrəli səhifədədir. Məsələn, tutaq ki, mən sizə deyirəm ki, uşaqlar, oxuyun fəsil 12-ni. Məsələn, deyirsiniz ki, müəllimə, o səhifə neçədədir? Yəni, o məlumat hansı hissədə saxlanılıb? Tutaq ki, deyirik, səhifə 240. Aydındır? Yəni, yaddaş ardıcıl nömrələnir və sən artıq məlumata müraciət edəndə həmin adresdən, həmin nömrədən, ünvandan onu tapıb götürürsən. Vahid yaddaş da o deməkdir ki, yəni belə deyək də, kompüterin ayrı-ayrı yox, vahid tək bir yaddaşı olmalıdır. Məsələn, bunu belə də deyə bilərəm sizə. Tutaq ki, düşünün ki, 3 dənə kompüterin bir dənə yaddaşı var. Əlbəttə ki, bu da uyğun deyil. Çünki ola bilər ki, mənim məlumatım məxfidir, sənini görməyini istəmirəm və yaxud da ki, əksinə. Yəni hər bir kompüterin uzun sözün qısası ardıcıl ünvanlanan bir vahid yaddaşı olmalıdır, tək bir yaddaşı olmalıdır. Bax belə. Bunu çox da dərinliyinə getməyə ehtiyac yoxdur. Bax belə. Deməli, üçüncü. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Yəni, əmrlərlə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparmaq olar. Bu nə deməkdir? Gəlin buna baxaq. Baxın, bizim hər birimiz bilirik ki, kompüter üçün hər şey yalnız 0-1-dir. Yəni, kompüter yalnız elektrik siqnallarını tanıyır. İşıq var, siqnal var 1, işıq yoxdur, siqnal yoxdur 0. Yəni, kompüterdə verilən də əmr də elə ikilik kodlarla, yəni 0-1 şəklində emal olunur, saxlanılır. Aydındır? Yəni,
Yaddaşda olan məlumat da 0-1 simvolları ilə ifadə olunur. Əmr də 0-1 simvolları ilə ifadə olunur. Və bu ikisi arasındakı fərqi tək idarə edən, yəni ayıran prosessordur, idarə etmə qurğusudur. Aydındır? Yəni istəsə həmin o 0-1-ləri, bitləri əmr kimi oxuyar, istəsə məlumat kimi. Aydındır? Yəni bu prinsipdə John von Neumann nəyi vurğulamaq istəyir? Deyir ki, proqram və məlumat eyni yaddaşda saxlanılır. Yəni əmrlər ayrıca bir yaddaşda və yaxud da ki, verilənlər ayrıca bir yaddaşda yox, eyni yerdədir. Və hər biri də 0-1-lərlə, bitlərlə ifadə olunur. Görünüşcə, formaca da onlar eynidir. Bu fərqi, yəni o 0-1-in, o bitin əmr olmasını və yaxud da ki, verilən olmasını kompüterin özü müəyyən edir. Və bu fərqi də müəyyən edən idarəetmə qurğusudur. Aydındır? Yəni yaddaşın özü bunu ayırd edə bilmir. Və bu prinsipə görə də kompüterlər özlərini proqramla dəyişə bilir və artıq burada belə desək ki, proqramlar sayəsində də əmrlər, verilənlər aydınlaşa bilər, onların arasındakı fərqlər müəyyən oluna bilər. Bax belə. Deməli, dördüncü prinsip nədir bəs? Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Bəs yaxşı, bu nə deməkdir? Gəlin mən sizə onu deyim. Biz bilirik ki, bütün verilənlər bayaq da vurğuladıq, bayaqkına biraz bənzəyir. Hər biri bilirsiniz ki, kompüterdə arxa fonda 0-1 şəklində ifadə olunur, 0-1 şəklində emal olunur. Bilirsiniz ki, şəkildə, mətndə, musiqidə hər şey arxa fonda 0-1-dir. Məsələn, biz əməliyyat sistemlərində öyrənmişdik ki, bizdə faylın tipini, uzantısını, yəni onun hansı, belə desək ki, proqrama məxsus olduğunu əməliyyat sistemi, proqramlar özü təyin edir. Yəni məsələn, mən kompüterə bir mətn məlumatı daxil edirəm ya da bir musiqi məlumatı daxil edirəm. Bunun musiqi və yaxud da ki, mətn olmasına qərar verən, bunu təyin edən, genişləmələr vasitəsilə bunu təyin edən proqramlardır. Yəni, həmin o verilənlərin 0-1-in mətn, şəkil, musiqi olmasına, yəni onların təyin edilməsini proqram özü müəyyən edir. Yəni, proqramlar öz genişlənmələri ilə bizə göstərir ki, məsələn, əgər tutaq ki, faylın genişlənməsində bilirsinizdə MP3 görürüksə, deyirik bu musiqi faylıdır, nə bilim, JPEG görürüksə, PNG görürüksə, deyirik bu şəkil faylıdır. Yəni, verilənlərin təyin edilməsi, tipinin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Çünki qurğu üçün, aparat üçün hər şey 0-1-dir. Bu da bizim Neymannımızın prinsipləri. İndi gəlin biz deməli sualın düzgün cavabına baxaq. Deyir ki, əmrlərlə verilənlər arasında aşkar fərq yoxdur. Bəli, biz dedik ki, əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur və bunun da izahını biz sizlə artıq verdik. Bu Neymannın prinsipidir. Amma baxın, bizə deyirdi ki, Neymannın prinsipinə aid olmayanları tapın. Aydındır? İndi gəlin biz bunu silək, çünki bu bizə lazım deyil. Yəni, biz bir olanları silirik. Yerdə qaldı 2 variant. Deməli, artıq görürük ki, 2 düzdür, amma yenə də gəlin biz baxaq. Yəni, doğru cavab kimi artıq görürük 2 düzdür, amma yenə də gəlin baxaq. Deməli, deyək ki, kompüterdə eyni zamanda bir neçə istifadəçi işləyə bilər. Baxın, bu nə deməkdir? Bir neçə istifadəçi işləyə bilər. Bax, belə bir şey deyim sizə. Bu əslində bizdə Instagramda da var. Biz bunu görmüşük. Məsələn, eyni bir qurğudan, eyni bir proqramdan biz bir neçə istifadəçi adı ilə işləyə bilirik. Məsələn, orada hər bir istifadəçi adımızı daxil edib, hər birinin ayrıca bir parolu olur. Onu daxil edib, biz eyni anda bir neçə istifadəçi adı ilə qurğunu və yaxud da ki, o proqramı istifadə edə bilirik. Eyni onun kimidir bu. Deməli, baxın, bu əslində prosesorun gücündən asılıdır. Yəni, belə deyək də, prosesor çox sürətli işlədiyinə görə hər bir istifadəçiyə saniyənin milyonlarla hissəsindən birində növbə verir. Yəni, istifadəçilər bunu hiss etmir. Yəni, elə fərz edirik ki, elə hamısının işləri eyni anda görülür. Amma əslində çox sürətli işlədiyi üçün bununla bağlıdır. Və prosesorların o gördüyü proseslər paralel idarə olunur deyə hər istifadəçinin prosesi ayrılıqda idarə olunur və əməliyyat sistemi hər istifadəçiyə öz proseslərini verir, prosesləri ayrı-ayrı izləyir və belə deyək ki, məsələn, birində hər hansı bir problem yarananda digərləri təsirlənməsin deyə izolyasiya edir onu
və yaddaşı da bölüşdürür. Hər bir istifadəçiyə ayrıca bir yaddaş hissəsi verir və burada da bu sahələr artıq bir-birinə qarışmır və bir istifadəçi də digərinin məlumatlarını görə bilmir və bu da təbii ki, təhlükəsizliyi təmin eləyir və fərqli hesablar, fərqli giriş icazələri verir. Yəni hər istifadəçinin bayaq dediyimiz kimi öz hesabı, öz giriş şifrəsi, öz faylları, öz icazəsi olur və beləliklə sistem artıq bilir ki, kim kimdir. Amma istifadəçilər bir-birini necə deyirlər, görmür. Yəni belə deyək, sadə dillə desək, prosesor o qədər sürətli işləyir ki, istifadəçilər arasında növbə dəyişərək elə təsir yaradır ki, hamı eyni anda işləyir. Yəni məsələn, bayaq da dediyim kimi Instagram sosial şəbəkəsində bilirsiniz, bir neçə istifadəçi adı ilə biz qeydiyyatdan keçib eyni anda orada iş görə bilərik. Və təbii ki, bilirsiniz də, hər bir istifadəçinin öz adı var, öz parolu var, öz faylları var, followunda öz dostları var və s. və s. Yəni bu əslində ikinci cümlə doğru bir cümlədir. Sadəcə Neymanın prinsipi deyil. Yəni bu fikir doğru bir fikirdir, amma Neymanın prinsipi deyil. Üçüncü, kompüterin işi proqramla idarə olunur. Biz dedik ki, bəli, bu Neymanın prinsipidir. Ona görə bu bizə lazım deyil. 3 olanları da silirik. Artıq cavab çıxdı. Amma yenə də gəlin baxaq hamısına. Verilənlər aparat səviyyəsində təyin olunur. Biz dedik ki, bu yanlışdır. Əksinə, verilənlər proqram səviyyəsində təyin olunur. Neymanın prinsipi deyil. Beşinci, kompüterlər qlobal şəbəkələrdə əlaqələndirilir. Siz artıq şəbəkə dərsini keçmisiniz və bilirsiniz ki, şəbəkə 2 və ya daha artıq kompüterin müəyyən vasitələr, qurğular vasitəsilə bir-biri ilə birləşməsidir. İnformasiya mübadiləsi edə biləcək şəkildə. Və bilirik ki, şəbəkənin də bir çox növləri var. Onlardan biri də qlobal şəbəkə idi. Və təbii ki, bu da doğru bir cümlədir. Amma Neymanın prinsipi deyil. Altıncı, kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Bu da dedik ki, Neymanın prinsipidir, bizə lazım deyil. Yeddinci, kompüterin işi qeyri-qrafiki interfeysə əsaslanır. Baxın, bu doğrudur. Yəni, kompüterin işi qrafiki interfeysə də, qeyri-qrafiki interfeysə də necə deyirlər, əsaslana bilər. Amma Neymanın prinsipi deyil. Qeyri-qrafiki interfeys də əmrli interfeysdir. Buna mətinli interfeys də deyirlər. Doğru cavab oldu 2, 4, 5, 7, yəni D variantı. Əgər unutmusunuzsa, gəlin mən sizə qrafik interfeys və ya qeyri-qrafik interfeysi də deyim. Deməli, qrafik interfeys odur ki, kompüterdə hər bir, necə deyərlər, əmrin kodlarla idarə olunması. Məsələn, keçmişdə command prompt, CMD və ya ki, PowerShell, bəlkə də eşitmişsiniz bunları. Deməli, baxın, keçmişdə bəlkə də xatırlayırsınız, kompüterlərdə ancaq belə qara ekranlar olurdu və biz hər hansı bir işi görmək üçün əmrlərdən, kodlardan istifadə edirdik. Məsələn, tutaq ki, bu interfeysdə sən əgər hansısa bir qovluğu, faylı silmək istəyirsənsə, gəlirsən burada qovluğun, faylın tam adını yazıb, daha sonra ona əmrlər verirsən. Bu qeyri-qrafik interfeysdir. Yəni, istifadəçi artıq əmrlərlə, kodlarla işləyir. Qrafik interfeys isə GUI interfeysi adlanır. Graphic User Interface. Bu isə səhv eləmirəmsə ilk dəfə Macintosh əməliyyat sistemində meydana gəlir. Qrafik interfeys də odur ki, əmrlərin mouse-la idarə olunması, yəni ikonlarla, simgələrlə, piktogramlarla işləməsi. Məsələn, tutaq ki, mən burada X düyməsinə, close düyməsinə toxunuram və proqramı bağlayıram. Yəni, heç bir kod, əmr yazmadan mən hər hansı bir işi görürəm. Nəsə, yekun olaraq uzatmayaq çox da 21-ci sualın düzgün cavabı D variantı olmuş oldu. Biz seçdik ki, hansılar Neymanın prinsipinə aid deyil. 21-ci sualda doğru cavab D variantı olmuş oldu. Davam edək. Növbəti sual 22-ci sual. 216 vurulsun 32-də 1 bit informasiya 50% çıxıldıqdan sonra onun informasiya həcmi baytla nəyə bərabər olar? Gəlin bu sualın izahına baxaq. Deməli, hər hansı bir məlumatımız var. Onun həcmi bitlədir. Onu 50% sıxlaşdırıb, daha sonra isə onun həcmini baytla ifadə etmək lazımdır. Gəlin birinci biz ifadəmizi sadələşdirək, daha sonra onu 50% sıxlaşdıraq və sonra bayta çevirək. Deməli, baxın, biz bilirik ki, tutaq ki, yazılıb ki, 216 vurulsun 32-də 1. Biz bilirik ki, kəsrin qarşısındakı ədəd vurulur kəsrin sürətinə. Yəni, 216-nı 1-ə vuranda olur 216. Və 32 də bizdə nə ifadə edir? 2 üstü 5.
Biz də bilirik ki, kəsr xətti bölünməməlidir. Böləndə isə qüvvət üslər çıxılır. 2 üstü 16-nı bölürəm 2 üstü 5-ə, qalır üslər çıxılır. 16-dan 5 çıxıram, qalır 2 üstü 11. İndi baxın, bu bitlədir. Gəlin elə biz birbaşa bunu bayta çevirib, daha sonra onu 50% sıxlaşdıraq. Biz bilirik ki, bizim bir baytımız 8 bitdir. Düzdürmü? Və bu ədəd oxu var idi ölçü vahidlərində. Bitdən sonra gəlirdi nə? Bayt. Bir baytımızda 2 üstü 3, yəni 8 bit idi. Və biz demişdik ki, soldan sağa keçəndə, kiçikdən böyüyə keçəndə nə edirik? Bölürük. Yəni uzun sözün qısası bilirsiniz də artıq. Bitdən bayta keçəndə 8-ə bölürlər. Bunu bir də 2 üstü 3-ə bölürəm, yenə üstlər çıxılır. Deməli mən 2 üstü 11-dən 3 çıxanda qalır nə? 2 üstü 8 bayt. Bunu artıq biz bayta çevirdik. İndi baxaq. Bunu 50% sıxlaşdırırıq. Baxın, sıxlaşdırmaq o deməkdir ki, faylı arxivləşdiririk. Bilirsiniz ki, faylları arxivləşdirən zaman yalnızca onların həcmi dəyişir. Yəni onlar elə bir alqoritmdə işləyir ki, onların ancaq həcmi dəyişir. Və 50% sıxlaşdırmaq da o deməkdir ki, yarı-bayarı azaltmaq. Yəni hər bir şey ilkin halda 100%-dir. 50% sıxlaşdırmaq o deməkdir ki, 50% azalıb. 50% də yarısı deməkdir. Yəni yarısı qalıb. Biz nə iş görürük? Baxın, 2 üstü 8-i, üzr istəyirəm, bu qələmdə qalıb. Hə. 2 üstü 8-i bölürük 2-yə. Yenə deyirəm, istəsəniz əgər belə də gedə bilərsiniz. Hər bir şey ilkin halda 100%-dir. 50% sıxılıbsa, yerdə qalıb nə qədər? Elə 50%. Düzdür? İstəsəniz 2-də 2 üstü 8-in, yəni 256-nın 50%-ni də tapa bilərsiniz. 50%-də bilirsiniz də %50 deməkdir. %50 də 2-də 1 deməkdir. İstəsəniz 2 üstü 8-in 2-də 1-ini taparsınız. Və yaxud da ki 2-də 1-ini tapmaq, yarısını tapmaq elə 2-yə bölmək deməkdir. Mən 2 üstü 8-i bölürəm 2-yə. Bilirsiniz ki, üst yazılmırsa 1 deməkdir. 8-dən də 1 çıxırıq, qalır 2 üstü 7, yəni 128. Yəni sualın doğru cavabı A variantı olmuş oldu 22-ci sualda. 22-ci sualın düzgün cavabı A variantı. Bax belə. Növbəti sual 23. Deyək ki, 256 üstü 6, 10 ədədini ikilik say sistemində təsvir etdikdə neçə rəqəmli ədəd alınar? Deməli, baxın, bizim onluq say sistemində hər hansı bir ədədimiz var və onu ikilik say sistemində göstərməyimizi istəyir. Baxın, indi mən bu qaydanı ikilik say sistemi üçün deyirəm, amma təbii ki, bu bütün say sistemləri üçün keçərli olan bir qaydadır. Deməli, qayda nədir? Tutaq ki, sizin onluq say sistemində hər hansısa bir ədədiniz var. Əgər siz o ədədi ikilik say sisteminə keçmək istəyirsinizsə və həmin ədədi 2 üstü n şəklində göstərə bilirsinizsə, yəni 2-nin qüvvəti şəklində, o zaman həmin ədəd ikilik say sisteminə çevriləndə o sizə verir 1, yanında da qüvvət qədər 0-ı. Yəni verir 1, yanında da n dənə 0. Aydındır? N 0. Yəni, məsələn, bunu yoxlaya da bilərsiniz özünüz. Tutaq ki, sizə verilib 64 ədəd onluq say sistemində. 64 əgər 2 üstü 6-dırsa, yəni 2-nin qüvvəti şəklində göstərilə bilirsə, o zaman 64-ü ikiliyə çevirəndə elə sizə verər 1, yanında da qüvvət qədər, yəni 6 dənə 0-ı. İndi biz bu qaydaya əsasən sualımızın izahını gəlin verək. Bir dəqiqə mən bu hissəni təmizləyəm, bizə mane olmasın. Aha, deməli, baxın. Biz bilirik ki, 256-nın özü 2 üstü 8-dir. Və qüvvətin xassəsinə görə bunun üstü 6 yazıram. Və qüvvətin xassəsinə görə burada 8-i vurmalıyam mən 6-ya. Yəni olacaq 2 üstü 8 vur 6, 2 üstü 48. Dedik ki, qaydaya görə bu bizə verir 1, yanında da 48 dənə 0. Baxın, bizdən soruşmur, sıfırların sayı nə qədərdir, birlərin sayı nə qədərdir. Deyir ki, bunu ikilik say sistemi təsvir etdikdə neçə rəqəmli ədəd alınar? Baxın, 1 var, yanında da 48 dənə 0 var. Deməli, bu 49 rəqəmli ədəddir. Aydındır? Yəni, bunu ikilik say sisteminə çevirsək, alınır 49 rəqəmli ədəd. Yəni, uzun sözün qısası 23-cü sualın düzgün cavabı B variantı olmuş olacaq. Keçək 24-cü suala. Xidməti servis proqramlarının funksiyalarına aiddir. Deməli, baxaq.
Gəlin bunu bu hissədə yazaq. Biz bilirik ki, proqram təminatı kompüterə quraşdırılan, instalyasiya olunan bütün proqramlar toplusudur. Proqram təminatı yerinə yetirdiyi funksiyaya görə 3 yerə bölünürdü. Onlardan biri sistem proqram təminatı idi. Sistem proqram təminatı özü də 2 hissəyə bölünürdü. Baza və servis proqram təminatı. Servisə bəzən xidməti proqramlar da deyilirdi. Zaten adından da görürsünüz də, yəni belə deyək. O deyirlər, filan restoranın xidməti xoşumuza gəldi, gəlmədi, filan kəsin xidməti, servisi xoşuma gəldi, gəlmədi. Yəni, servis proqramları, xidməti proqramlar istifadəçilərə əlavə xidmətlər göstərməklə əməliyyat sisteminin imkanlarını genişləndirir. Yəni, A variantını oxuyaq. Bir proqram mətnlərini maşın koduna çevirmək. Bu bilirsiniz ki, translatorların funksiyasıdır. Proqram mətnlərini maşın koduna çevirən. Əməliyyat sisteminin imkanlarını genişləndirmək. Bəli, bəli, bu bizim doğru cavabımızdır. B variantı. Sonra kompüterlərin işini idarə etmək, istifadəçi ilə kompüter arasında dialoq yaratmaq. C variantı əməliyyat sisteminin funksiyasıdır. D variantı kompüterin periferik qurğuları ilə əməliyyat sistemini əlaqələndirmək. Bu bilirsiniz ki, driverin funksiyasıdır. Və yeni proqram vasitələri yaratmaq. Bilirsiniz ki, yeni bir şeyin yaradılması instrumental proqram təminatının funksiyasıdır. Y də bizim cavabımız deyil. Beləliklə, sualın doğru cavabı 24-cü sualın doğru cavabı B variantı olmuş oldu. Yəni, xidməti servis proqramlarının funksiyası odur ki, istifadəçiyə əlavə xidmətlər göstərməklə əməliyyat sisteminin imkanlarını genişləndirmək. Keçək növbəti 25-ci suala. Bu da alqoritmlə bağlı bir sual tipidir. Deməli, bilirsiniz ki, alqoritmlərdə qəbula demək olar ki, bir dənə və yaxud da ki, 2 dənə sual gəlir. Adətən bir dənə sual gələ bilər. Deyir, alqoritmin yerinə yetirilməsi nəticəsində x dəyişəni 63 qiymətini almışdır. Alqoritmin yerinə yetirilməsinə qədər y dəyişəninin qiyməti neçə olmuşdur? Baxın, nəticəsində deyir və x 63 qiymətini alıb. Bizdən də soruşur y dəyişəninin yerinə yetirilməsinə qədər olan qiymətini, yəni ən birinci, ən başdakı y-i. Bunun əslində bir neçə yolu var. Biri cavabdan getməkdir, biri sondan əvvələ doğru əvəzləmədir və s. və s. Gəlin birinci sondan əvvələ doğru əvəzləyək. Sonra tərsdən gedək, yəni ki, cavabdan gedək görək, həqiqətən də bunu biz başa düşürükmü? Baxın. Deyir, alqoritmin yerinə yetirilməsi nəticəsində x dəyişəni 63 qiymətini alıb. Nəticəsində deyirsə, yəni ən sonda burada x və y toplanıb. Baxın, x ilə y-i cəmləyiblər və bizdə x alıb 63 qiymətini. Yəni, bu x-in qiyməti 63-dür. İndi baxaq. Dedik ki, sondan əvvələ doğru əvəzləmək qaydası ilə getməliyik. Yəni, cavabdan gedirik də, sondan əvvələ tərsdən gedirik. Deməli, baxın, riyaziyyatdan bildiyimiz kimi mi deyim, bilmədiyimiz kimi mi deyim, bilirsiniz ki, iki dəyişənlə işləmək olmaz. Ona görə bunlardan birini əvəzləmək lazımdır. Və burada addım-addım, mərhələ-mərhələ siz qayıdırsınız əvvələ. Keçdib ikinci mərhələyə. Görürəm, burada yazıb ki, y bərabər x minus 5. Yəni, mən buradakı y-in yerinə yazıram x minus 5. Bu x də qalır yerində. Yəni, əvəzləmə apardım da. Y bərabərdir, baxın. X minus 5 idi, əvəzləmə apardım. Deməli, bərabər 63-ə. Bu sadə tənlikdir. X-dən x toplandı, oldu 2x. Arxasını burada yazıram. Sonra, mənfi 5 o tərəfə keçəndə bilirsiniz də toplanır, olur 63 plus 5. Buradan 2x bərabər 68-ə. X də bərabər bilirsiniz də 68-i bölür 2-yə. Buradan x bərabər olur nəyə? Deməli, 34-ə. Deməli, biz tapdıq ki, x 34-dür. İndi baxaq. Həmin x burada o qiyməti alıb. Yəni, buradakı x-in qiyməti 34-dür. Baxın, görürük ki, 3y plus 16 bərabər olubsa 34-ə, onda 3y nəyə bərabərdir? 34-dən çıxırıq 16-sını. Qalır nə? 18. Düzdürmü? Y-də tapmaq üçün 18-dən 18-i 3-ə bölürük. Y olur neçə? 6. Yəni, sualın doğru cavabı görürük ki, nədir? 6. Y variantı. Yəni, sondan əvvələ doğru gedib, biz sualımızın düzgün cavabını tapdıq. İndi bunu tam olaraq başa düşməyənlər üçün gəlin biz cavabdan gedək, görək necə bu proses yaranır. Baxın, tutaq ki, indi biz tapdıq cavabımız 6-dır, amma məsələn, tutaq ki, heç bilmirik cavab nədir, variantla işləməyə çalışırıq. Mən məsələn 8-i götürürəm, A variantını yoxlayıram ilk olaraq.
Fərz eləyin ki, məsələn, heç cavabı verməyib sizə, bilmirsiniz. Sizə deyir ki, y bərabər 8 olduqda x nəyə bərabər olar? Gəlin görək həqiqətən də 63 olurmu? Baxın, y-in yerinə mən qoyuram 8. 3 dəfə 8 üstə gələk 16. Biz bilirik ki, 3-ü 8-ə vuranda 24 eləyir. 24 ilə də 16-nı toplayanda neçə olacaq? 40. Düzdür? Oradan keçdik aşağı ikinci addıma. Y bərabər x minus 5-ə. Yəni 40 minus 5 olacaq neçə? 35. Sonra buradan da düşdük aşağı. X bərabər x plus y-ə. X-imiz 40-dır, y-imiz də oldu 35. 40 ilə 35-i toplayanda neçə oldu? 75. Düzdür? Amma biz x-ə neçə tapmalıydıq sonda? 63. Deməli, mən hələ 8-i qoydum, 75 aldımsa, yəni böyük cavabda 63-dən böyük cavab. Deməli, 11 ilə 14-ü qoysam, mən dünəndən böyük cavab alaram. Ona görə də artıq 8-dən kiçik bir ədəd yoxlayaq. Ya 6-nı, ya 7-ni. Gəl uzatmayaq, 6-nı yoxlayaq, görək necə düzgün cavabı alırıq biz. Deməli, baxın, fərz eləyin ki, sizə deyir ki, y bərabərdir 6 olduqda x nəyə bərabər olar? Düzdür? Gəlin birinci addımı hesablayaq. Yəni x bərabər 3 vurulsun 6, y-in yerinə 6 qoydum, plus 16. 3 dəfə 16, 18, 18 plus 16 bərabər nəyə? 34. Biz də zaten bunu tapmışdıq. Aşağıda y bərabərdir x minus 5-ə. Yəni 34 minus 5-ə. Bu da bizə verir nəyi? 29-u. Aşağıda x bərabər x plus y-ə, x plus y. Yəni 34 plus 29. Doğrudan da 34 ilə 29-u toplayanda həqiqətən də verir 63. Doğrudan da biz elə x-ə 63 qiymətini tapdıq y-ə 6 verəndə. Yəni 25-ci sualın düzgün cavabı Y variantı olmuş oldu. Baxaq növbəti sual 26-cı sual. Ana plata üzərində yerləşənləri seçin. Baxın, birinci növbədə diqqətli olun. Bəzən yerləşməyənlər də deyə bilər. Ana plata üzərində yerləşənləri seçin. İndi gəlin baxaq. İlk əvvəl gəlin biz bir slaydla tanış olaq. Görək elə ana platanın özü nədir? Bilirsiniz ki, sistem blokunun daxilində ən vacib komponentlərdən biri də ana platadır. Buna mat plata, motherboard, sistem kartı, sistem lövhəsi, sistem platası, bu kimi ana lövhə, bu kimi şeylər də deyirlər, terminlər də deyirlər. Və ana plata, yəqin ki, ana sözündən də zaten görürsünüz. Kompüterin ən vacib elementlərini özündə birləşdirir və onları əlaqələndirir. Baxın, məsələn, mən həmişə bunu deyirəm tələbələrə. Tutaq ki, necə ana övladları arasındakı münasibətləri, o əlaqəni qoruyub saxlayır, onların mehriban olmasını təmin eləyir. Bax, ana platada sanki kompüterdə o işi görür. Və sistem bloku da bilirsiniz də, kompüterin ən vacib komponentlərindən biridir. Siz hal-hazırda ekranda sistem blokunun daxilində yerləşən qurğuları görürsünüz. Baxın, indi mən bir dənə qələmi aktivləşdirim, sizə deyim. Baxın, sistem blokunun sanki biz içalatını görürük. Bu qırmızı çərçivədə olan ana platadır. Bu mavi çərçivədə olan qida blokudur. Bu yaşıl çərçivədə olan isə hard diskdir. Bilirsiniz də, qida bloku kompüteri elektrik enerjisi ilə təmin edir. Hard disk isə kompüter söndüyü müddətdə də orada olan verilənləri və proqramları uzun müddət yadda saxlamaq üçündür. Deməli, əgər sizə desə ki, hansı qurğular ana plata üzərində yerləşir və yaxud da ki, yerləşmir, bunu necə yadda saxlayırsınız? Biz şəkildən açıq-aşkar görürük ki, qida bloku və hard disk ana plata üzərində yerləşmir. Yəni, ana plata üzərində yerləşmir deyirsə, qida blokunu götürürsünüz, bir də xarici yaddaş qurğularını. Hard disk, sərt disk, içində disk olanlar, D hərfi olanlar, xarici yaddaş qurğularda adətən. Yəni, siz içində disk olanları, D olanları götürürsünüz ki, ana plata üzərində yerləşmir. Bir də təbii ki, aydın məsələdə, məsələn, desə ki, plotter ana plata üzərində yerləşir, təbii ki, yox deyəcəksiniz. Nə bilim, printer ana plata üzərində yerləşir, təbii ki, yox yerləşmir. Printerin ölçüsü nə qədər, ana platanın ölçüsü nə qədər. Yəni, uzun sözün qısası, qida bloku və hard disk, yəni xarici yaddaş qurğuları, içində disk sözü olanlar, D hərfi olanlar ana plata üzərində yerləşmir. Qalan demək olar ki, bütün vacib komponentlər, yəni prosesor, RAM, ROM, chipsetlər, portlar, slotlar, bunların hər biri ana plata üzərində yerləşir. İndi gəlin sualımıza baxaq.
Bizdən yerləşənləri istəyir. Təbii ki, biz içində disk olanları, D hərfi olanları, sərt diski Winchester-ı çıxdıq və qida blokunu çıxdıq. Çünki qida bloku və içində disk olanlar yerləşmir dedik. Prosesor yerləşir, əməli yaddaş RAM yerləşir, daimi yaddaş ROM yerləşir. Yəni sualın doğru cavabı 1, 3, 4 D variantı olmuş oldu. 26-cı sualda düzgün cavab D variantı. Keçək 27-yə. Deyir ki, doğru mülahizələri seçin. Gəlin biz bunu da bir-bir sizlə analiz edək. Görək 27-ci sualda biz nə iş görə bilərik. Bizə deyir ki, doğru mülahizələri seçin. Doğru mülahizələri istəyir bizdən. Gəlin baxaq. Vektor qrafikasında xətt nə qədər uzun olarsa, yaddaşda o qədər çox yer tutur. Deməli, bilirsiniz ki, qrafika nədir? Qrafika kompüterin, qurğuların köməyi ilə şəkillərin, təsvirlərin yaradılmasıdır. Yəni, məsələn, əvvəllər rəssamlar, dizaynerlər hansısa kağız üzərində bir şəkli çəkirdisə, müəyyən bir, tutaq ki, memarlar hansısa bir çertyoju kağız üzərində həyata keçirirdisə, indi artıq bunu kompüter üzərindən həyata keçirirlər və bu da kompüter qrafikası adlanır. Məsələn, bildiyimiz Paint, Photoshop və yaxud da ki, digər proqramlar elə qrafikaya aiddir və bilirsiniz ki, qrafikanın 4 növü var. Onlardan biri də raster və vektordur. Raster təsvirlər bilirsiniz ki, gündəlik həyatda istifadə etdiyimiz təsvirlərdir. Onlar piksellərdən, nöqtələrdən ibarətdir. Və siz bilirsiniz ki, vektor qrafikasının da minimal elementi xəttdir. Baxın, məsələn, ofis proqramları işləyir vektor qrafikası ilə. Tutaq ki, məsələn, mən burada belə bir xətt yaradım sizin üçün. Məsələn, bu vektor qrafikasıdır. Baxın, vektorun da bilirsiniz də minimal elementi xəttdir. Məsələn, baxın, böyüdürəm, keyfiyyət aşağı düşmür. Və yaxud da ki, baxın, böyüdürəm, keyfiyyət aşağı düşmür. Və yaxud da ki, məsələn, vektorun üstünlüklərindən biri də bilirsiniz də o idi ki, düyün nöqtələri boyunca ayrıca redaktə eləmək olar. Məsələn, baxın, burada ucularından tutub, mən bunu rahat şəkildə redaktə eləyə bilirəm. Aydındır? Və vektorda minimal element xətt olduğu üçün orada xəttin böyüməsi, kiçilməsi yaddaşa təsir göstərmir. Aydındır? Vektor qrafikasında xəttin uzun olması yaddaşa təsir göstərmir. Bir yanlışdır. Bir olanları silirik. 2. Raster qrafikada xətt nə qədər uzun olarsa, yaddaşda üzr istəyirəm, o qədər çox yer tutar. 2 doğrudur. Baxın, məsələn, bilirsiniz də, Paint işləyir raster qrafikası ilə. Və bilirik ki, rasterda minimal element pikseldir, nöqtədir. Fikir verirsinizsə, burada siz koordinatları da görürsünüz, burada piksellərin sayını da görürsünüz. Baxın, nöqtəni hara qoyuramsa aşağıda onun koordinatlarını göstərir. Və təbii ki, xətt uzandıqca minimal element pikseldir deyə artıq orada yaddaşda həmin görüntü daha çox yer tutacaq. Yəni gənclər, uzun sözün qısası, vektorda xətt uzananda yaddaşa təsir göstərmir, amma əksinə əgər rasterda xətt uzanırsa, o yaddaşda daha çox yer tutur. Yəni 2 mütləq ki, doğrudur. Zaten variantlardan da bunu görürdük. 3. İnternet şəbəkəsində yalnız vektor təsvirləri tətbiq olunur. Baxın, ümumiyyətlə sizə bir ipucu verim. Yəqin ki, bunu artıq bilirsiniz. Təkliflərdə adətən yalnız, həmişə, ancaq sözləri varsa, 98% bu cümlə səhv olur, demək olar ki. Və biz bilirik ki, internet şəbəkəsində əsasən raster təsvirlərdən istifadə olunur. Yəni, 3 də yanlışdır. Baxın, gəlin 3-ü də silək. Aha, doğru cavab çıxdı, amma yenə də A variantı. Yenə də gəlin baxaq. 4-də deyir ki, vektor qrafikasında xəttin tutduğu yaddaşın həcmi xəttin ölçüsündən asılıdır. Dedi ki, axı, asılı deyil. 5. Təsvirin ölçülərinin böyüdülməsi zamanı keyfiyyətin kəskin şəkildə aşağı düşməsi raster təsvirlərinin çatışmazlığıdır. Bəli, siz bilirsiniz ki, göstərdiyi burada da, baxın, vektor təsvirdə təsviri nə qədər böyüdürəmsə, keyfiyyət itmir. Bu, vektorun üstünlüyüdür, düzdürmü? Hətta bir üstünlüyü də oydu ki, yaddaşda az yer tuturdu. Amma, baxın, raster təsvirlərdə bilirsiniz ki, nə qədər böyütsə, orada sərt pikselləşmə gedirdi, keyfiyyət kəskin şəkildə görürsünüz aşağı düşürdü. Yəni, orada 5-ci aiddir, bəli, rasterın çatışmazlığına. Yəni, təsvirin ölçülərini böyüdən zaman keyfiyyət kəskin şəkildə aşağı düşür. Bu, rasterın çatışmazlığıdır. Yəni, qısa olaraq desək ki, 27-ci sualda doğru cavab A variantı olmuş olacaq.
Yəni 27-də düzgün cavab A variantı. Keçək 28-ci suala. Nəhayət bu sualın izahına gəldik. Səbirsizliklə bu sualın izahını gözləyirdim. Çünki buna öz xüsusi riyazi bacarıqlarımı qatıb izah verəcəm sizə. Ümid edirəm ki, aydın olar. Deyir, aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxem qurduqda məntiqi şərti blokdan, yəni rompdan ən azı neçə dəfə istifadə olunmalıdır? Gəlin indi mən öz informatika bilik bacarıqlarımı sizə qatıb bu sualın izahını sizə geniş şəkildə verim. Deməli, əziz tələbələr, 28-ci sualın mən sizə birinci növbədə qısa izahını deyəcəm, necə tapa bilərsiniz. İkinci növbədə sizə fərqli tip düşsə əgər necə bu sualı cavablandırarsınız, onun qaydasını deyəcəm. Üçüncü növbədə düzdür, mən blok sxemin müəyyən bir hissəsini qurdum, digər hissəsini saxladım ki, sizdən qurum, tam aydın başa düşün. Başlıqları özüm qurdum ki, vaxt itməsin. Üçüncü növbədə əgər kimə maraqlıdırsa, kimin ixtisasıdırsa, bunu blok sxem şəklində təsvir etsək, necə bu prosesi həyata keçirərik, onu göstərəcəm sizə. Ən birinci qısa izahını deyirəm ki, əgər kiməsə maraqlı deyirsə digər izahlar, yəni videonu qabağa vurub keçər və sadəcə bu izahla maraqlanar. Deməli, baxın, birinci növbədə bilirsiniz ki, əgər siz burada belə bir mötərizə, çoxluq mötərizəsi görürsünüzsə, deməli bu budaqlanan alqoritmdir. Aydındır. Deməli, biz nə zaman ki belə çoxluq mötərizəsi görürüksə, bilməliyik ki, bu budaqlanan alqoritmdir. Hətta bilirsiniz də, aşkar operatorlarda belə bir şey var. Məsələn, birinci şərt ödənəndə bu hissəni hesablayırsınız, ikinci ödənəndə bu hissəni, üçüncü ödənəndə isə deyirsiniz ki, məsələn, y-in qiyməti 1-ə bərabərdir. İndi baxın, üzrlü sayın. Burada əsas prinsip nədir? Gəlin onu deyək. Deməli, mən sizə qısa qaydanı deyirəm. Bunu yadda saxlayın. Nədir qısa qayda? Deməli, siz baxırsınız ki, əgər iki eyni bir ədədin müqayisəsi varsa, yəni baxın, görürəm ki, burada hər yerdə x-lə k plus 2-nin müqayisəsi gedir. Bir dəfə onların böyük olması, kiçik olması və bərabər olması şərti yoxlanılır. Deməli, əgər iki eyni ədədin müqayisəsi varsa, iki eyni ədədin müqayisəsi, siz nəyə baxırsınız? Bilirsiniz ki, əsas olaraq 3 müqayisə operatorumuz var. Böyükdür, kiçikdir və bərabərdir. Əgər siz funksiyada, misalda, sualda bu 3 işarənin üçünü də görürsünüzsə, deməli sizin cavabınız olacaq nə? Burada 3 dənə sətir var. Sizin cavabınız olacaq sətir sayından bir vahid az. Yəni bizim 3 dənə sətrimiz var. Bir vahid az olacaq cavab 2. Aydındır? Yox, əgər siz sualda bu 3 işarənin üçünü də görmürsünüzsə, o zaman nə baş verəcək? İşarənin üçünü də görmürsənsə, cavabın olacaq elə sətir sayı qədər. Aydındır? Cavabın olacaq sətir sayı qədər. Və ümumiyyətlə bu tiplərdə yadda saxlayırsınız ki, bu tip sualların cavabı ya sətir sayıdır, ya da sətir sayından bir vahid az. Yəni burada 3 dənə sətir varsa, cavab heç vaxt 1, 4, 0 ola bilməz. Mən həmişə tələbələrə deyirəm ki, atanda da mərfətdə atın. Yəni bu sualın cavabı ya 3-dür, ya 2-dir. Yəni bunu bir dəfəli yadda saxlayın, başqa bir alternativ halı ola bilməz. İndi gəlin buna bir qısa izah verim ki, niyə belədir? Bir də deyirəm, bu tip suallarda əgər gördünüz ki, eyni ədədlər müqayisə olunur, əgər siz 3 dənə müqayisə operatorundan, yəni böyükdür, kiçikdir, bərabərdir, üçünü də görürsünüzsə, sətir sayından 1 çıxırsınız, sətir sayını bir vahid azaldırsınız, cavabınız olur o. Yox, əgər bu üç işarənin üçünü də görmürsünüzsə, yəni tutaq ki, yalnız böyükdür və kiçikdir görürsünüzsə, o zaman cavabınız olur sətir sayı qədər. İndi biz gördük ki, burada iki eyni ədəd müqayisə olunur. X və k plus 2. Və görürəm ki, böyükdür, kiçikdir, bərabərdir. 3 işarənin üçünü də görürəm. O zaman sətir sayından 1 çıxacaq. 3 dənə sətrim var. 1 çıxdım. Sualın doğru cavabı B variantı 2. Baxın, bu belə. Yəni, əgər
Kim ki qalan digər şeylərlə maraqlanmırsa, videonu vursun, keçid eləsin. Yox, əgər həqiqətən də bu sualın tam mahiyyətini, dərinliyini bilmək istəyirsinizsə, onda izahıma diqqətlə qulaq asın. Növbəti hissədə mən sizə bunun geniş izahını verəcəm. Yəni uzun sözün qısası, biz gördük ki, burada iki eyni ədədin müqayisəsi var. X və K plus 2-nün və böyükdür, kiçikdir, bərabərdir. Bu üç işarənin üçü də istifadə olub. O zaman bizim 3 dənə sətrimiz var idi. Həmin o 3 sətirdən birini azaltdıq və sualın doğru cavabı 2 oldu. İndi gəlin geniş şəkildə bunun digər bir izahını mən sizə verim. Deməli, baxın, burada nə iş görürük? Mən sizə deyim. Bunun bir digər həll qaydası da intervallar üsuludur. Əslində bu qayda həm də əgər fərqli ədədlərin müqayisəsi olsa, misalda onun üçün də keçərlidir. Baxın, məsələn, fərz edirəm ki, K plus 2 hər hansı bir ədəddir. Tutaq ki, 7-dir. Aydındır. Fərz edirəm ki, hər hansı bir ədəddir. Məsələn, 7-dir. Mən belə fərz elədim. İndi nə iş görürük? Baxın, burada olur x böyükdür 7, burada olur x kiçikdir 7, burada isə olur x bərabər 7. Baxın, mahiyyət nədir? Bilirsiniz ki, ədəd oxunda x böyükdür 7 nə deməkdir? Yəni, 7-nin özü daxil deyil, dairənin içi boşdur, 7-dən böyük ədədlər. Sonra x kiçikdir 7 nə deməkdir? Bəs, yəni 7-nin özü aid deyil, 7-dən kiçik ədədlər, yəni mənfi sonsuzluq 7. Və x bərabər 7 nə deməkdir? Bəs, x bərabər 7 o deməkdir ki, yəni artıq 7-nin özünü də ala bilir, bunun içini qaralayırıq. Deməli, siz belə bir ədəd oxu çəkdiniz. Aydındır? Siz belə bir ədəd oxu çəkdinizsə, nə deyirsiniz? Əgər siz bütün ədəd oxunu ala bilirsinizsə, yəni belə deyək də, təyin oblastımız bütün ədədlər çoxluğudursa, siz bütün ədəd oxunu ala bilirsinizsə, cavabınız olur sətir sayından bir vahid az. Yəni, bütün ədəd oxunu ala bilirsinizsə, cavabınız olur sətir sayından bir vahid az. Yox, əgər bütün ədəd oxunu ala bilməsəz, ən azı bir vahid belə, bir ədəd belə siz ala bilməsəz, o zaman sizin cavabınız olacaq sətir sayı qədər. Aydındır? Yəni, biz burada bütün ədəd oxunu ala bildik və cavabımız oldu nə? Sətir sayından bir vahid az. Yenə 3 dənə sətir var, bir vahid az oldu 2. Baxın, əslində bunun blok sxemlə təsviri bilirsiniz necə bir şeydir. Gəlin mən sizə belə də deyim, bəlkə belə daha yaxşı başa düşərsiniz. Məsələn, dedik ki, bu K plus 2-nü bir 7 olaraq götürürük. Fərqi yoxdur, hansı ədəd istəsəz götürə bilərsiniz. Mən misal üçün 7 götürürəm həmişə. Bilirsiniz mahiyyəti nədir? Bax, tutaq ki, gəldin blok sxem qurursan. Sual verirsən, x böyükdürmü 7-dən? Tutaq ki, deyir ki, hə. Bilirsiniz də, hədirsə, gəlib buranı hesablayırsınız. Məsələn, yox desə, həni buranı hesabladım. Məsələn, yox desə, siz konkret deyə bilməzsiniz x 7-dən kiçikdir, gedib buranı hesablayasınız. Çünki bir ədəd 7-dən böyük deyilsə, ola bilər 7-dən kiçik də olsun, 7-yə bərabər də olsun. Gəlib mütləq ikinci şərti yoxlamalısınız. Sual verməlisiniz, x kiçikdirmi 7-dən? Tutaq ki, dedisə hə, yəni gəlirsiniz, neyinirsiniz? Bu hissəni hesablayırsınız. Baxın, artıq mən x kiçikdir 7, buna da yox desəm, üçüncü bir şərtə ehtiyac yoxdur. Çünki bir ədəd 7-dən böyük deyilsə, 7-dən kiçik deyilsə, avtomatik o 7-yə bərabərdir. Və bizə də deyir ki, x bərabər 7 olanda y nəyə bərabər olsun? Y bərabər olsun 1-ə. Aydındır? Yəni, bu şəkildə də mahiyyətini anlaya bilərsiniz. Nəhayət, gəlin, mən bunun sizlə blok sxemini qurum. Müəyyən bir proqram var, hansı ki biz abituriyentlərlə həmin proqram vasitəsilə blok sxem qururuq. İndi mən bugün o blok sxem qurmanı sizlə də davam elətdirəcəm. Onu da deyim ki, bu əslində maraq üçün izahdır. Yəni, kim istəsə baxmaya bilər. Yəni, videonu qabağa çəkib gedə bilərsiniz. Mən burada müəyyən bir hissəni qurmuşam, çünki vaxt getməsin deyə. Baxın, burada dəyişənləri daxil etmişəm. Mütləq ki, burada dəyişənləri daxil etmək lazımdır. X-i, K-nı, Q-nü, Y-i. Və biz bura
X'i daxil edib K plus Q ilə müqayisə edirik deyə girişə X vermişəm daxil etmə kimi. Sonra K-ya, Q-ya özümdən qiymətlər vermişəm. Mən dedim məsələn K plus Q 7 olsun. Ona görə K-ya 4 verdim, Q-ya 3 verdim. Nə istəsəniz yaza bilərsiniz. Burada mütləq Y-i 0 ilə başlatmalıyam ki, sonra Y-ə hər hansı bir ifadə mənimsədəndə orada qiymətə heç bir təsir göstərməsin. Deməli, baxın, indi mən şərt bloku hissəsini qurmadım ki, sizlə qurum. Baxın, mən burada şərt bloku qurmağa çalışıram. Burada şərt bloku rom seçirəm. Birinci bu şərti yoxlayıram. K böyükdür K plus Q-dən. Gəlin bunu quraq. Yazıram ki, K böyükdür. Daha doğrusu üzr istəyirəm. X böyükdür. X böyükdür K plus Q. Aha, şərtimi yoxladım. Tutaq ki, bilirsiniz də dedik ki, əgər şərt doğrudursa bunu icra etmək lazımdır. Gəlin doğru hissəsinə yazaq ki, əgər şərt doğrudursa, onda y bərabər olmalıdır nəyə? Çünki funksiyamızın qiyməti y-dir də, görürsünüz. Y bərabər olmalıdır x kvadratı, bilirsiniz də alqoritmdə qüvvət bu şəkildə yazılır. Üstə gələk k vur x, bilirsiniz də ulduzla vurmadır. Üstə gələk q. Yəni, əgər mənim x-im k plus q-dən böyük olsa, onda y üçün bu funksiyanı hesablayacaq. Aydındır? İndi davam edək. Tutaq ki, bizim birinci şərtimiz ödəmədi. Yəni, x k plus q-dən böyük olmadı. Baxın, mən yenə konkret deyə bilmərəm x k plus q-dən kiçikdir. Ola bilər, bərabər də olsun. Ona görə mütləq və mütləq mənim ikinci bir şərtə də ehtiyacım var. Yəni, bu şərt doğru olmayanda mən başqa bir şərtdə yoxlamalıyam. Nə yoxlamalıyam? Yoxlayıram ki, x kiçikdirmi k plus q-dən? Tutaq ki, bu şərtim ödəndi. Bilirsiniz ki, bu şərt də ödənəndə gəlib biz nəyi hesablayırıq? K plus Q vurulsun x-i. Yəni, burada artıq y bərabər olmalıdır nəyə? K plus Q vurulsun x-ə. Vurmanı mütləq qeyd etmək lazımdır, çünki işləməyəcək. Aha, indi baxın. Bu şərt ödənmədisə, artıq üçüncü bir şərtə ehtiyac yoxdur. Çünki yenə, əgər ədəd k plus q-dən böyük deyilsə, kiçik deyilsə, avtomatik ona bərabərdir. Yəni, artıq yanlış qolunda, yəni səhv qolunda, yox qolunda, avtomatik x bərabərdir k plus q-yə, onda da bizə deyir ki, funksiyanın qiyməti 1-ə bərabər olsun. Yəni, onda da bərabər olmalıdır burada y nəyə? 1-ə. Baxın. X k plus 2-yə bərabər olanda deyir ki, y bərabər olsun 1-ə. Və salam. Burada bunu səhv düşdü. Bir dəqiqə bunu silim zəhmət olmasa gəlsin. Aha. Burada da çıxışa mən deyirəm ki, y-i çap eləsin. Aha, baxın burada da y-i biz çap eləyək. Belə bir şey. Görürsünüz? Blok sxemi qurduq. Bax, böyüdüm ekranı istəyirsiniz tam görün. Bu bizim blok sxemimizdir. Dəyişənləri daxil etdik. Onlara müəyyən qiymətlər verdik. Şərt blokumuzu qurduq. Görürsünüz. Şərt blokundan neçə dəfə istifadə elədik? 2 dəfə. Çıxışa da y verdik. İndi gəlin mən bunu işlədim. Siz görün. Çalışdırı da özdə yavaş vuracam. Baxın. Mən daxil edəcəm. X-ə 8. Baxın, X-ə 8 versəm, Y-in cavabı nə olmalıdır? Deməli, K-ımız 4-dür. Bizim Q-ümüz 3. 4 plus 3. Bu elədi 7. X'imiz də 8-dirsə, 8 böyükdürmü 4 plus 3-dən? 8 böyükdürmü 7-dən? Deyirik ki, hə. Hədisə gəlir bunu hesablayır. Yəni, x kvadratı plus kx plus q. Bizim də x'imiz 8-dirsə, 8-in kvadratı plus k vur x. Yəni, k 4-dür. 4 vur 8. Üstə gələk 3. Bu deyilir 99. Həqiqətən də baxın, cavabımız 99 olacaq. Gəlin, daxil edeyim. Mən x-ə bir dəqiqə düşməlidir burada. Onu da göstərim sizə. Prosesi burada göstərəcək. Baxın. Deyək ki, girişə x-ə bir ədəd daxil elə. Mən 8 daxil edib enter sıxdım. Baxın, göstərir bir addımları. Şərti yoxlayır. Birinci şərt doğru olduğu üçün bunu hesabladı. X kvadratı plus k vur x plus 2. Gördünüz, həqiqətən də 99 aldı. Məsələn, baxın, bizim tutaq ki, k plus q-ümüz 7-dir də. Mən x-ə 7 daxil eləsəm, 7 bərabər 7, üçüncü şərt ödənəcək, y-in qiyməti 1 olacaq. Həqiqətən gəlin, x-ə 7 daxil eləyim. Görün, doğrudan da cavab 1 olur. Baxın, gəlir bir-bir hesablayır.
Bu şərti yoxladı, ödənmədi, yanlışa keçdi. Bunu da yoxladı, ödənmədi, yanlışa keçdi və cavab 1. Gördünüz, doğrudan da biz blok sxemi düz qurmuşuq. Biraz sualı çox uzatdım, amma istədim ki, sizin üçün çox aydın olsun. Yenə deyirəm, qısa yolla da gedə bilərsiniz. Burada iki eyni ədədin müqayisəsi var və 3 dənə operatoru görürsünüzsə, böyükdür, kiçikdir, bərabərdir. 3 işarənin üçünü də götürürsünüzsə, cavabını sətir sayından bir vahid az olacaq. 3-dən də 1 çıxırsınız, cavab 2. Yəni 28-ci sualın doğru cavabı B variantı olmuş oldu. Gələ 29-cu suala. O sayın hansı səviyyəsi ötürülən informasiyanın sintaksisini təsvir edir? Gəlin, mən bu səviyyələrdən sizə qısa olaraq danışım və onların hər birinin açar sözlərini deyim, siz onu qeyd edin. Deməli, gəlin o şaydan bacardığım qədər qısa məlumat verməyə çalışım. O şay açıq sistemlərin qarşılıqlı əlaqələndirilməsidir, əlaqəsidir. Open System Interconnection. Deməli, o şay informatika və kompüter şəbəkələri sahəsində istifadə olunan şəbəkə modelidir. Nəzəri bir modeldir o şay əslində. Belə deyək də, bu model nə iş görür? Şəbəkədə məlumatın bir kompüterdən, görürsüz şəkildə də, digər bir kompüterə necə ötürüldüyünü göstərən, izah edən bir nəzəri sxemdir, çərçivədir. Siz necə bilirsiniz də, görülən hər bir iş müəyyən standartlar əsasında həyata keçirilir. Bu da sanki bir qurğudan digər bir qurğuya məlumatın ötürülməsinin bir standartıdır, bir sxemidir belə desək ki. Deməli, bilirsiniz də, o sayın 7 dənə səviyyəsi var və hər hissənin öz funksiyası var və bu səviyyələr də məlumatların başa düşülməsini, qurulmasını, təmirini, standartlaşdırılmasını danışa bilmədim, asanlaşdırır. Və bilirsiniz ki, burada səviyyələr aşağıdan yuxarı doğru gedir. Ən aşağı səviyyə fizkidir və ən yuxarıda tətbiqdir. Biraz sürətli danışmaq istəyirəm ki, video çox uzanır ona görə. Deməli, gəlin baxaq. Burada mən hər bir səviyyənin sizə necə deyərlər, açar sözlərini deyəcəm və onu şəkillərlə sizə göstərməyə çalışacağım. Gəlin baxaq. Deməli, burada fiziki bizdə ən aşağı səviyyədir, bilirsiniz. Və fiziki birinci səviyyə, birinci qat hesab olunur. Burada artıq açar söz bitlərdir. Burada verilənlər bitlər ardıcıllığı şəklində ötürülür. Və fiziki səviyyə fiziki cəhətdən şəbəkənin qurulmasını təmin edir. Yəni, demək olar ki, əsas yük, əsas zəhmət çəkən, əsas əzab çəkən işçi fiziki səviyyədir sanki. Deməli, kabel daşıyır, elektrik siqnalı ötürür, işin bütün yükünü, ağırlığını öz üstünə götürür, amma ən aşağı səviyyə adlanır, belə desək ki. Baxın, elə bir ki, düşünün ki, bir şəbəkəniz var. Amma fiziki olaraq özünüzü heç nə ilə təmin eləməmisiniz. Məsələn, mən sizə video çəkmək istəyirəm, amma fiziki olaraq nə kompüterim var, nə bilim şəbəkəm var, nə kabelim var. Təbii ki, bu mümkünsüz bir şeydir də. Yəni şəbəkədən söhbət gedirsə, təbii ki, birinci olaraq özümüzü müəyyən fiziki olaraq qurğularla təmin etməliyik. Yəni uzun sözün qısası fiziki səviyyədə açar söz bitlərdir və o fiziki cəhətdən şəbəkənin qurulmasını təmin edir. İkinci səviyyə gəlir kanal səviyyəsi. Baxın, kanalda açar söz, baxın ikisi də K hərfi ilə başlayır. Kanal kadr, kadrlara bölünmədir, kadrlara framelərdə deyirlər. Burada informasiya baytlar ardıcıllığı şəklində ötürülür. Bilirsiniz də, bəzən kanalda da bit sözü görürlər tələbələr. Deyir ki, ay müəllimə, bəs bitləri siz fizkiyə demişdiniz. Bilirsiniz də 8 dənə 0, 1, yəni 8 dənə bit yerləşir, bir bayt şəklində əmələ gəlir, bayt əmələ gətirir. Həmin o bitlər qruplaşır framelərə, kadrlara və baytlar əmələ gətirir. Deməli, baxın, sanki belə deyək də, kanal səviyyəsi, kanal həm də bilirsiniz də, əlaqə deməkdir. Məsələn, o su kanalı deyirlər, nə bilim, hansısa bir kanal deyirlər. Deməli, bu elə bir ki, bir növ ən məsuliyyətli işçi adlanır, səviyyə adlanır. O elə bir ki, paketləri alır. Yəni, deyir ki, baxım görün burada səhv var yoxsa yox. Səhvlər barədə, əgər səhv varsa, səhvlər barədə xəbərdarlıq verir. Aydındır? Və ünvanlar vasitəsilə, map ünvanlar vasitəsilə bir-bir həmin o, belə desək ki, paketləri, qurğuları hər birini tanıyır, aydınlaşdırır. Sonra gəlir şəbəkə səviyyəsi. Şəbəkənin açar sözü paket, xəbər, axın, marşrutlaşdırmadır. Kanal səhvlər barədə xəbərdarlıq verir, şəbəkə isə səhvlərin düzəldilməsini həyata keçirir.
və bu sanki şəbəkənin naviqatorudur, xəritə ekspertidir. Və bu özü seçir marşrutu, ünvanı. Bu qərar verir ki, paket hansı yolla getsin. Və o IP ünvanları da tanıyır, IP ünvanları da bilir və Router'da şəbəkə səviyyəsində işləyən bir qurğudur. Router'da bilirsiniz də marşrutlaşdırma işini həyata keçirir. Şəbəkəni ən səmərəli, şəbəkədə məlumatları ən səmərəli yolla ötürür. Yəni router ona görə bu səviyyədə işləyir. Çünki router'ın da funksiyası bilirsiniz də odur ki, şəbəkədə məlumatları səmərəli şəkildə ötürmək. Yəni şəbəkənin baxın burada kadrlarda göstərim mən sizə freymləri kanal səviyyəsində data link layer 0-1-lər baytlar ardıcıllığı şəklində freymlərdə qruplaşır. Şəbəkə səviyyəsində də görürsüz, o 0-1-ləri paketlərə yığır və marşrutu, ünvanı təyin edir. Sonra gəlir nəhayət nəqliyyat səviyyəsi. Bilirsiniz də, nəqliyyat deyiriksə ötürülmədən söhbət gedir. Yəni nəqliyyatın açar sözü ötürülmədir. Bu da verilənlərin etibarlı şəkildə ötürülməsini təmin edir. Deməli, baxın, bir növ nəqliyyat sanki kuryerdir və məlumatları çatdırır ünvana. Və bilirsiniz də, nəqliyyat səviyyəsində ötürülmədən də biz burada TCP protokolundan, UDP protokolundan istifadə edirik. Bilirsiniz də, demişdik ki, TCP məsələn məlumatların ötürülməsini təmin eləyir, ünvanlara çatdırır və son məntəqədə cavabdehlik daşıyırdı məlumatın çatıb çatmamasına. UDP isə necə deyərlər, bilirsiniz ki, qısa məlumatların ötürülməsində işləyirdi. Amma demişdik ki, o etibarlı deyil. Deyir ki, əşi çatar, çatar, çatmaz, çatmaz. Mənə nə? Kim aldı, kim almadı? Məlumat çatdı, çatmadı. UDP qısa məlumatları ötürür. Burada elə bir ki, vaxt məhdudiyyəti var deyə o cavabdehlik daşımır çatmasına. Gəlin baxaq. Biz şəbəkədə marşrutumuzu, yolumuzu seçdik. Məsələn, istəsək gəmi ilə ötürə bilərdik, istəsək toki qatarla, təyyarə ilə. Amma bizim kasıblıq, fakirlik ruhumuz da var. Biz KAMAZ-la ötürməyi seçdik, öz nəqliyyatımızı seçdik. Kuryer artıq o paketləri daşıyır. Sonra gəlir seans səviyyəsi. Bu, belə deyək də, psixoloqlardan eşitmisiniz, deyir, bugün seansın var, görüşün var. Deməli, seansın açar sözü elə seansdır, dialoqdur, əlaqədir. Bu, aşağı və yuxarı səviyyələr arasında əlaqə yaradır. Baxın, görəcəksiniz burada da. Deməli, elə bil ki, kimin kimlə ünsiyyəti var, əlaqəsi var, bu hamısını bilir və o əlaqəni təmin eləyir. Bax belə. Və bağlantıların kəsilib kəsilmədiyini, əlaqənin bitib bitmədiyini yoxlayır. Sonra gəlir nəhayət nümayiş səviyyəsi. Bu keçən il qəbul sualı olub, elə sınavda da sizə nümayiş səviyyəsi düşüb. Nümayiş nə iş görür? Bunun açar sözü birinci onu deyim ki, sintaksisdir. Bu sintaksislə bağlı əməliyyatları aparır və verilənlərin ümumi formata, tipə çevrilməsini, şifrələnməsini, sıxlaşdırılmasını və şifrənin açılmasını təmin edir. Yəqin ki, o məsələlərdə eşitmisiniz də birinci dərsdə. Deyirdi ki, fayl şəbəkə ilə ötürülməzdən əvvəl şifrələndi, kodlaşdırıldı, nə bilim, sıxlaşdırıldı və s. və s. Həmin o məsələdir. Və burada artıq verilənlər öz ümumi formatına çevrilir. Biz demişik ki, arxa fonda hər şey 0-1-dir. Yəni, həmin məlumat tutaq ki, mətndirsə, mətnə çevrilir, o 0-1-lər, musiqidirsə, musiqiyə və s. Deməli, seans, daha doğrusu nümayiş, bu presentation gedir. Göstərim bura sizə nümayişi. Deməli, bu da elə bil ki, stilisti də, şəbəkənin stilistidir. O məlumatları bəzəyir, şifrələyir, formatını dəyişir və o 0-1-in dataların əsl üzü görünməsindəyə onu bəzəyir, düzüyür, öz əvvəlki vəziyyətinə qaytarır. Yəni öz vəziyyətinə qaytarır. Ta ki o 0-1-i bəzədi, pişik halına gətirdi, pişik şəkli halına. Yəni 0-1 əgər musiqidirsə, musiqiyə çevrildi nümayişdə, şəkildirsə, şəklə çevrildi. Nəhayət sonuncu səviyyə, tətbiq səviyyəsi ən yuxarı səviyyədir. Bunun açar sözü semantikadır. Semantika ilə bağlı əməliyyatlar, verilənlərin tamlığının idarə olunması, səhvlərin aşkar olunması artıq burada həyata keçirilir daha doğrusu. Baxın, artıq application layer, artıq istifadəçi rahat şəkildə oturur, öz məlumatını görür. Yəni şəkildirsə şəklini görür, musiqidirsə musiqisini dinləyir. Və sanki elə bilir ki, elə asan başa gəldi. Saniyələr ərzində bu şəkil ona gəldi, çatdı. Amma halbuki görürsünüz də nə qədər kəşməkeşli yollardan keçir. Və 7-ci səviyyə, yəni tətbiq səviyyəsi, belə desək ki, sanki biraz buradakı ən necə deyirlər, sözü keçən,
Hamı buna sanki qulluq eləyir də, belə bir səviyyədir. Heç nəyə qarışmır, hamıya sanki hökm oxuyur. Elə bil ki, hamıya deyir ki, sən bu işi gör, bu işi gör. Ən sonunda o nəticəni bu görür də. Bax belə. Ə, Deməli, burada artıq istifadəçi öz faylını görür və onun üzərində də müəyyən tətbiq işləri görə bilər. Yəni belə, o şayın 7 dənə səviyyəsi var. Bizə lazım idi bunların açar sözləri. Yəni bu qədər məlumatı bilməyinizə ehtiyac yoxdur. Sadəcə açar sözü bilsəz kifayətdir. Nümayişin də açar sözü sintaksisdir. Bu da 2024-də səhv xatırlamıramsa qəbul sualı olub. Yəni, baxaq, sualımızın düzgün cavabı. Əgər sintaksis görürüksə, o şayın hansı səviyyəsi ötürülən informasiyanın sintaksisini təsvir edir. Sintaksis görürüksə, doğru cavab C nümayiş olacaq. Beləliklə, keçək növbəti suala, 30-cu suala. Hə, deyir ki, uyğunluğu müəyyən edin. İstifadəçi C. Dərs üçün materiallar, magistr informatika işləri qovluğunda işləyirdi. Sonra o qovluqlar ağacında 2 səviyyə yuxarı qalxdı. 2 səviyyə yuxarı qalxır. Gəlin baxaq. Bir dəqiqə mən bunu kəsəm. Orada markerlə rəngləmək olmadı. Rəngləyim sizin üçün. Aha. Baxaq. Deməli deyir ki, 2 səviyyə yuxarı qalxdı. Testlər qovluğuna 1 səviyyə aşağı düşərək daxil oldu və quiz 1 doc faylını sildi. İstifadəçinin sildiyi faylın tam adını müəyyən edin. Düşdü 1 səviyyə aşağı. Bu da səhv xatırlamıramsa 23-cü ildə deyəsən qəbula düşüb ya da 24-cü ildə. Deməli baxaq. Gəlin görək bu 1 səviyyə aşağı yenmək, 2 səviyyə yuxarı qalxmaq nə deməkdir? Məsələn, baxın, mən bir qovluğa daxil olacağam. Tutaq ki, gedirəm. Məsələn, burada desktop qovluğu olmalıdır məndə. Desktopa gedirəm. Tutaq ki, belə bir qovluğa daxil oluram. Məsələn, qəbul mövzu. Belə bir qovluğa girdim. Baxın. Əgər məsələn, mən bir səviyyə yuxarı gedirəmsə, sol tərəfə gedirəm. Gəlirəm Aynuraya. Bir səviyyədə yuxarı gedirəmsə, gəlirəm desktopa. Yəni əvvəlkilər itir. Yəni yuxarı deyəndə sola gəlirsiniz. Amma məsələn mən bir səviyyə aşağı düşürəmsə, sanki sağa doğru gəlirəm. Gəlirəm Aynurya. Məsələn onun içində tutaq ki, din mövzu qovluğuna girirəmsə, yəni aşağı gedirəmsə, deməli mən sağa doğru gedirəm. Yuxarı gedirəmsə sola doğru. Yəni aşağı gedir sağa doğru, yuxarı gəlir sola doğru. Məsələn bir səviyyə yuxarı qalxdım, gəldim Aynurya. İndi baxaq. Deməli, bizə deyir ki, 2 səviyyə yuxarı qalxır. İnformatikadadır. 2 səviyyə yuxarı qalxırsa, gəlir magistra. Bir səviyyədə gəlsə, gəlir dərs üçün materiallara. Bir də deyim, hal-hazırda informatika qovluğunda iş görür və 2 səviyyə yuxarı qalxır. Bir səviyyə olanda gəlir magistra. İkinci səviyyədə artıq gəlir dərs üçün materiallara. Bayaq gördünüz də əvvəlkilər itir gedir. Çünki biz sola doğru gedirik. İndi deyir ki, testlər qovluğuna bir səviyyə aşağı düşdü. Yəni dərs üçün materiallarda, məsələn baxın görmüşdünüz də, burada bir də göstərim sizə. Aynurənin içində əgər mən aşağı düşürəmsə, deməli Aynurənin içində hansısa bir qovluğa girirəm. Aydındır? Bax belə bir şey. Deməli, deyir ki, testlər qovluğuna bir səviyyə aşağı düşdü. Yəni, artıq dərs üçün materialların içində bir qovluğa girdim, testlər qovluğu. Və onun da içində quiz 1.doc faylını sildim. Elə bil ki, mən sildim testlərin içində quiz 1.doc faylını. Deyir, silinən faylın tam adını müəyyən edin. Bilirsiniz ki, tam ad, tam yol nədir? Diskdən fayla qədər keçilən yol. Gördük ki, tam yolumuz nə oldu? C. Dərs üçün materiallar, testlər, quiz1.doc. Yəni, sualın doğru cavabı C variantı olmuş oldu. Bax belə. Bir də qısa olaraq deyim sizə, necə tapa bilərsiniz. Deməli, əgər mən informatikada iş görürəmsə, 2 səviyyə yuxarı qalxıramsa, 2 səviyyə 1, 2 gəldim dərs üçün materiallara. Bunları silirsiniz. Harda informatika gördünüzsə, onu silirsiniz. Harda magistr görürsünüzsə, onu silirsiniz. Deyir ki, düşdüm testlər qovluğuna bir səviyyə aşağı. Bir səviyyə aşağı o deməkdir ki, yəni mən dərs üçün materiallar qovluğunda hansısa bir qovluğa girdim.
Yəni o da deyir ki, testlər qovluğudur və onun da içində quiz bir faylını sildi. Yəni sualın doğru cavabı C variantı olmuş oldu 30-cu sualda. Beləliklə 30-da doğru cavab C variantı və keçək növbəti suala, 31-ci suala. Görək bunun izahı nəyə bərabərdir? Nəyə bərabərdir deyəndə bunun izahı nədir? Mən sizə onun izahını verim. Biraz çox danışdım deyə yoruldum. 31-ci sual uyğunluğu müəyyən edin. Birinci növbədə mən bunu açar sözlərlə sizə izah edəcəm. Sualın cavabını deyəcəm. Daha sonra isə kim istəsə bu qurğuların tam olaraq mahiyyətini anlamaq üçün izahına qulaq asa bilər. Deməli, baxaq, görək burada nə deyir bizə. Deyir, iki müxtəlif kompüter şəbəkəsini, müxtəlif kommunikasiyalı protokolu istifadə edən və ya iki kompüter arasında əlaqə yaradan qurğu. Baxın, əgər siz iki kompüter arasında əlaqə görürsünüzsə və ya da ki, lokal şəbəkənin qlobala çıxışını görürsünüzsə, deməli bu gateway-in şlüzün funksiyasıdır, keçən qəbula düşüb. Bir də deyirəm, iki müxtəlif kompüter şəbəkəsi arasında və yaxud da ki, bilirsiniz də, protokol şəbəkədə qurğuların bir-biri ilə ünsiyyət dilidir və ya fərqli protokolları birləşdirən, fərqli şəbəkələri birləşdirən bir cihaz görürsünüzsə, bu gateway-dir. İki kompüter arasında əlaqə görürsünüzsə, bu gateway-dir. Şlüzdə indi gateway-in funksiyasını izah edəcəm sizə tam şəkildə. Deyir ki, açıq kabellərə şəbəkənin qoşulması zamanı xəttin sonunda enerji uducusu rolunu oynayır. Müqavimət rezistor adlanır. Baxın, rezistor görürsünüzsə, xəttin sonunda görürsünüzsə, enerji uducusu, torpaqlama, bu kimi açar sözlər görürsünüzsə, bilin ki, bu terminatorun funksiyasıdır. 2-yə A. Əgər, əgər segment görürsünüzsə, segment, şəbəkə segmentlərini birləşdirən qurğu, segment görürsünüzsə, bu repeaterdir, yəni təkrarlayıcıdır. Yəni sualın doğru cavabı 1Y, 2A, 3D. Yəni doğru cavab 31-də olacaq Y variantı. Gəlin indi mən sizə bu qurğular haqqında qısa olaraq danışmağa çalışım. Bir dəqiqə bunu böyüdə biraz. Deməli, bilirsiniz deyə şəbəkədə istifadə olunan həm əlavə qurğular, həm də əsas qurğular var. Mən sizə göstərim terminatoru. Deməli, şin topologiyasında istifadə olunur terminator. Açıq qalan yerlərin torpaqlanması, bağlanması üçün istifadə olunur. Baxın, elə bil ki, burada xəttin sonunda o uclar açıq qalır axı. Terminatora həmin o uclara qoşurlar, bağlayırlar ki, orada enerji itkisi baş verməsin, informasiya itkisi və orada açıq qalan yerləri bağlayırlar, torpaqlayırlar. Bax belə. Orada enerji uducusu rolunu oynayır. İndi gəlin mən sizə digər əlavə qurğulardan danışım. Bunlar heç. Məsələn, burada hub'ı switch'i görürsünüz, burada router'ı, bridge'i görürsünüz. Deməli, danışım sizə gateway-dən. Gateway nədir? Gateway iki müxtəlif kompüter şəbəkəsi arasında əlaqə yaradan qurğudur. Lokal şəbəkənin qlobal şəbəkəyə çıxışını təmin edir. Müxtəlif protokolla, eyni topologiya ilə işləyən şəbəkələri əlaqələndirir və şlüz təkcə verilənlərin ötürülməsini yox, filtrasiyasını da həyata keçirir. İki növü var, bilirsiniz, daxili və xarici. Baxın, gateway tam olaraq sizə izah edeyim. Elə bil ki, bayaq da dedik, fərqli protokollarla işləyən, fərqli şəbəkələri birləşdirən cihazdır. Deməli, bilirsiniz necə? Fərqli şəbəkələrin axı dilləri başqadır, protokol ünsiyyət dilidir də. Onların dilləri başqadır. Şlüz isə sanki ortada tərcüməçi kimi çıxış eləyir. Yəni lokal şəbəkəni qloballa əlaqələndirir. Onun dili başqa, prinsipi başqa, bunun dili başqa. Elə bil şəbəkələr arasında protokol çevirmə funksiyasını, paketlərin marşrutlaşdırılmasını, daxili şəbəkədən xarici şəbəkəyə çıxış imkanını həyata keçirir. Yəni sanki tərcüməçi, vasitəçi rolunu oynayır. Baxın, buna belə bir şey də deyə bilərəm sizə. Siz bilirsiniz ki, internetin baş mərkəz ofisi Amerikadadır və tutaq ki, biz internetə daxil olmaq istəyəndə biz gedib hansısa provaydera müraciət edirik. Məsələn, Amerikadakı mərkəzə sən gelib demirik ki, sən Allah, ala bu 15 manatı mənə internet ver bu ay. Düzdürmü? Bax, biz provaydera müraciət edirik. Məsələn, CityNet, Bakı Telekom, Delta Telekom. Onların da öz xüsusi kompüteri, şlüzü gateway olur ki, onlar nə iş görür?
Onlar lokal şəbəkəyə, daha doğrusu qlobal şəbəkəyə çıxış imkanı əldə eləyir. Və lazım gələndə də bizə həmin o internetə qoşulma imkanı verir. Yəni biz provayderla əlaqələnirik lokal şəbəkə çərçivəsində. O internetdəki baş mərkəz ofislə danışır və öz xüsusi kompüteri, gateway, şluzu vasitəsilə internetə çıxış imkanı əldə eləyir və bizə də internetə qoşulma imkanı verir. Yəni çox da uzatmayaq. Gateway sanki şəbəkələr arasında tərcüməçidir. Bir şəbəkənin digər şəbəkə ilə əlaqəsini təmin eləyir və lokal şəbəkənin qlobala çıxışını təmin eləyir. İki müxtəlif kompüter şəbəkəsi, iki kompüter şəbəkəsi arasında əlaqə yaradır. Gəlin mən sizə deyim, repeater. Deməli, harda segment sözünü görürsünüzsə, segment. Bilin ki, söhbət repeaterdan gedir. Şəbəkənin iki segmentinin və ya kabelinin birləşdirilməsi üçün sadə qurğudur. Konnektordan fərqi odur ki, gələn siqnalı gücləndirir, digər şəbəkəyə ötürür. Baxın, elə segmentdə bilirsiniz də iki kompüter arasında qalan hissədir, parçadır. İki qurğu arasında qalan parça. Repeater təkrarlayıcıdır. Bilirsiniz ki, kabel uzananda, məsafə uzananda sürət zəifləyir. Repeater ortada dayanır. Alır siqnalları segment 1-dən, ötürür, gücləndirir segment 2-yə. Aydındır? Bax belə. Bu da repeaterın funksiyası. Bizdə 3 dənə əsas qurğu var idi. Cavablarda uyğun gələn. Onların da izahını verdim. Belə, yəni 31-ci sualda doğru cavab Y variantı olmuş oldu. Keçək növbəti suala, 32-ci sual. Deyir ki, 128 kilobayt həcmə malik mətin faylı 32 səhifədən ibarətdir. Fayl 50% sıxlaşdırılarsa, fayl neçə səhifədən ibarət olar? Baxın, biz demişdik ki, faylları arxivləşdirmək o deməkdir ki, müəyyən alqoritmlə onun həcmini azaltmaq. Və demişdik ki, faylları arxivləşdirən zaman yalnız və yalnız onun həcmi dəyişir. Oradakı səhifə sayı, sətr sayı dəyişmir. Yəni sizin faylınızda 32 səhifə varsa, 32 səhifə, elə 50% sıxlaşdırılsa da dəxli yoxdur, səhifə sayı dəyişmir. Yenə 32 səhifə qalacaq. Yəni 32-ci sualda doğru cavab elə 32 olmuş olacaq. Gəlir 33. Fərdi kompüterdə ötürülən siqnallar. Baxın, biz bilirik ki, siqnalın iki növü var idi. Siqnal məlumatın ötürülməsini təmin edən fiziki kəmiyyəti idi. Siqnalın iki növü var idi. Bir də slayddan açıb göstərmirəm, çünki video çox uzanır hədsiz. Deməli, siz də yorulmayın. Deməli, siqnalın iki növü var idi. Bir, diskret, kəsilən. Bir də var idi, kəsilməz. Buna informasiya forması olaraq deyirdik ki, rəqəmsal və analoq. Biz demişdik ki, əgər bir məlumat ətraf aləmdə təbiətdədirsə, o kəsilməzdir, o analoqdur. Amma bir məlumat əgər qurğunun daxilinə keçirdisə, qurğudaydısa, o artıq olurdu kəsilən, diskret. Yəni fərdi kompüterdə ötürülən siqnallar diskretdir, yəni kəsiləndir. 33-də doğru cavab A variantı. Bilirsiniz də qurğular çünki yalnızca rəqəmsal, diskret informasiyanı tanıyır. Onlar ancaq 0-1-i tanıyır. Yəni 33-cü sualda doğru cavab A variantıdır. Qurğularda olan bütün məlumatlar rəqəmsal formada 0-1 şəklində, kod şəklindədir, yəni diskret formadadır. Gəlir 34-cü sual. Cədvəldə ASCII kod cədvəlindən bir hissə verilmişdir. A simvolunun 16-lıq kodu hansıdır? Gəlin biz sizlə bu sualın izahına baxaq. Yəni ilk olaraq mən sizi ASCII cədvəli ilə tanış eləyim. Bilirsiniz ki, ASCII sanki kompüterin əlifbasıdır. Necə ki bizim vahid bir əlifbamız var. Tutaq ki, hamı üçün demişdik ki, bir dəqiqə qələm aktivləşsin. Demişdik ki, məsələn, hamı üçün bu işarə, bu simvol A hərfidirsə, kompüterdə də bütün simvollar kodlaşmalıdır və hər bir kompüterdə də hansısa bir simvolun kodu eyni olmalıdır, standart olmalıdır. Və sanki bizim əlifbamız varsa, kompüterin də əlifbası olmalı idi. Onlardan biri də ASCII əlifbası idi. Bu da ASCII cədvəlidir. Bunun haqqında yəqin ki bilirsiniz. Video çox uzanmasın deyə çox dərinə getmirəm. Deməli, baxın, məsələn, biz burada görürük ki, tutaq ki, birinci durğu işarələri gəlir. Məsələn, o idarəçi kodlardan sonra gəlir rəqəmlər ardıcıllıqla, sonra gəlir burada Latın əlifbasının böyük hərfləri, daha sonra burada gəlir, məsələn, Latın əlifbasının kiçik hərfləri və məsələn, biz burada görürük ki, tutaq ki,
Məsələn, böyük A simvolunun bunu biraz balacalaşdıraq. Aha. Məsələn, biz burada görürük ki, böyük A simvolunun onluq kodu, məsələn, burada yazılan decimal, həmin o simvolların onluq kodudur. Görürük ki, burada böyük A simvolunun onluq kodu 65-dir. Amma mən görürəm ki, kiçik A simvolunun da onluq kodu 97-dir. Niyə görə belə olur? Çünki böyük hərflər əvvəl gəlir deyə onların kodu daha kiçik olur. Və buradan belə bir qanuna uyğunluq çıxır ki, məsələn, böyük hərfin onluq kodunun üzərinə 32 gələndə sizə verir kiçik hərfin onluq kodunu. Yəni, məsələn, 65-in üzərinə 32 gələndə bizə verir nə? 97. Həqiqətən də biz gördük ki, kiçik A-nın onluq kodu 97-dir. Yəni, qayda budur ki, askı əlifbasında hər kiçik hərfin onluq say sistemində verilmiş kodu özünün böyük hərf qarşılığından 32 vahid çoxdur. Yəni, əgər kiçik A hərfinin onluq say sistemindəki kodu 97-yə bərabərdirsə, o zaman böyük A hərfinin onluq kodu 97 minus 32 65 olacaq. Aydındır? Baxın. Məsələn, başqa bir hərfi yoxlayaq gəlin sizlə. Tutaq ki, görürəm ki, burada C-nin onluq kodu neçədir? 67. Düzdürmü? Deməli, mən kiçik c-ni tapmaq istəyirəmsə, 67-nin üstünə gələcəm 32, mənə verəcək nə? 99. Yəni, bu cədvəli görmədən belə mən deyə bilərəm ki, kiçik c-nin onluq kodu nədir? 99. Yəni, burada hərflər ardıcıl düzülür və böyük hərflər, sonra kiçik hərflər gəlir deyə böyük hərflərin kodu daha kiçik ədədə bərabərdir onluq say sistemində və digər say sistemlərində də təbii ki. İndi gəlin biz sualın izahına keçək, görək burada nə baş verir. Deməli, bizdən böyük A simvolunun 16-lıq kodunu istəyir. Bu sualın bir neçə izahı var. Birinci növbədə gəlin, mən sırf bu sual üçün belə bir asan yol deyim. Biz görürük ki, kiçik A simvolunun 16-lıq kodu 61-dir. Biz də cədvəldə gördük ki, birinci böyük hərflər, sonra kiçik hərflər gəlir deyə bunların kodları daha kiçik bir ədəddir. Yəni, əgər kiçik A simvolunun 16-lıq kodu 61-dirsə, deməli, böyük A simvolunun 16-lıq kodu 61-dən kiçik bir ədəd olmalıdır. Variantlara baxanda da görürəm ki, 61-dən kiçik bir ədəd sadəcə nədir? 41. Yəni, heç bir şey hesablamadan da, əgər bu prinsipi bilirəmsə, suala düzgün cavab verirəm. Cavab 41. Yaxşı, tutaq ki, bunu bilmirəm. Sonra nə edə bilərəm mən? Deməli, biz dedik ki, böyük hərfin üzərinə, böyük hərfin onluq kodunun üzərinə 32 gələndə bizə verir kiçik hərfin onluq kodunu. İndi böyük hərfin A-nın onluq kodunu tapmaq üçün mən nə edəcəm? Kiçik A-nın onluq kodu görürük ki, 97-dir. Böyük A-nı tapmaq üçün 97-dən 32 çıxdıq, qaldı 65. Amma biz sevinmirik. Çünki bizim tapdığımız onluq say sistemində olan koddur. 65-i götürməyin tez cavab kimi. Bizdən 16-lıq kod istəyir. Ona görə bu 65 ədədini çevirməliyik 16-lığa. Bilirsiniz ki, onluq say sistemindən istənilən say sisteminə keçid zamanı verilən ədədi həmin say sisteminə bölmək lazımdır. 65-i bölürəm 16-ya 4 dəfə düşür. 4 dəfə 16 64 edir. Bir qalıq qalır, qalığı dairəyə alırıq. Və bilirsiniz ki, 4-ü natamam qisməti 16-ya bölə bilmiriksə bölməni dayandırırdıq və natamam qismətdən başlayaraq qalıqları tərs ardıcıllıqla düzürük. Yəni, sualın doğru cavabı yenə də oldu B variantı 41. Yəni, bu şəkildə də bunu tapa bilərsiniz. Yəni, 34-cü sualda doğru cavab B variantı olmuş oldu. 35-ə baxaq. Deyir ki, daxili yaddaşa aiddir. Bilirsiniz ki, kompüter verilən məlumatları və kompüter üçün vacib olan məlumatları və yaxud da ki, daxil olan məlumatları, proqramları yadda saxlamaq üçün yaddaşa malik olmalıdır. Bayaq bunu dedik. Və yaddaş qurğuları da funksional baxımdan iki yerə bölünür. Daxili yaddaş və xarici yaddaş. Daxili yaddaş adətən kompüterin işləməsi üçün vacib olan verilənləri və məlumatları, aktiv olan verilənləri yadda saxlamaq üçün idi. Xarici yaddaş isə informasiyanı uzun müddət, yəni kompüter söndükdən sonra da yadda saxlamaq üçün idi. Sizə bayağı bir ipucu vermişdim. Demişdim ki, içində D hərfi olanlar, disk sözü gördükləriniz adətən xarici yaddaş qurğusudur. Ona görə də sizdən daxili yaddaş istəyirsə, içində D hərfi gördüklərinizi pozursuz və RAM və BIOS bilirsiniz ki, daxili yaddaşa aiddir. Düzdür, BIOS proqramdır əslində.
Amma yenə də daxili yaddaş istəyirsə, biz BIOS-u, CMOS-u, RAM-ı, ROM-u, keş yaddaşı, video yaddaşı bunların hər birini registr yaddaşı götürə bilərik. Yəni içində D hərfi olanlar, disk olanlar xarici yaddaşdır. Onları sildim. Yerdə qaldı 1 və 4. 1 və 4 də daxili yaddaşdır. Yəni 35-ci sualda doğru cavab B variantı olmuş oldu. Keçək 36. UTP kabelində neçə naqil var? İndi gəlin mən sizə bunu göstərim. Deməli, baxın, UTP-ni göstərim sizə sürətli şəkildə. UTP, hə. Baxın, UTP burulmuş cütdür. Deməli, twisted pair də deyirlər. Bunun qorunmayan burulmuş cüt forması unshielded twisted pair, UTP-dir. Düzdür, bu fərqli ola bilər, cüt olaraq 2 və ya 4 cüt də ola bilər, amma biz qəbulda əsasən 4 cütdən danışırıq. Cüt də bilirsiniz də, yəni 2-2. Burada baxın 4 cüt var. 4 dənə ikilik var. Əgər desək ki, neçə cüt naqil var, deyirsiniz 4 cüt. Desək ki, neçə ədəd naqil var, deyirsiniz ki, 8 ədəd. Yəni uzun sözün qısası UTP-də 8 ədəd naqil var. Neçə naqil dediyi üçün, cüt demədiyi üçün doğru cavab 8-dir. 36-cı sualın doğru cavabı D variantı olmuş oldu. Gələk 37-ci suala. Deyir ki, əməliyyat sisteminin köməyi ilə həyata keçirilən funksiyalara aid olmayan variant hansıdır? Siz bilirsiniz ki, əməliyyat sistemləri sistem proqram təminatının əsasını həyata keçirir və əməliyyat sistemlərinin əsas funksiyası vasitəçilikdir. O, kompüter ilə istifadəçi arasında dialoq, əlaqə, ünsiyyət yaradırdı. Biz demişdik ki, prosesor necə qurğu olaraq kompüter üçün vacibdirsə, proqram olaraq da əməliyyat sistemi kompüter üçün o qədər vacibdir və əməliyyat sisteminin bir sıra imkanları var idi. Məsələn, tətbiqi proqramların icra edilməsi. Bilirik ki, əməliyyat sistemi BIOS tərəfindən yüklənirdi və artıq nə baş verirdi? Əməliyyat sistemi düşürdü işə. O, qurğuların əlaqəsini təmin edirdi, tətbiqi proqramların işləməsi üçün mühit yaradırdı, tətbiqi proqramların icra edilməsini həyata keçirirdi. A variantı doğrudur. Doğrudur deyəndə, yəni əməliyyat sisteminin funksiyasıdır. B variantı, periferik qurğuların idarə edilməsi. Bəli, əməliyyat sistemi periferik qurğu, yəni kənar qurğuların qoşulmasını, onların əlaqələnməsini təmin edir, onların işini idarə edir. Yəni belə desək ki, hətta driver bilirsiniz də, kənar qurğuları əməliyyat sistemi ilə əlaqələndirirdi. Əslində bunların hamısını mən slaytdan göstərə bilərəm. Sadəcə onu göstərdikcə video daha da uzanır. Ona görə istəmirəm. Sonra disklərdəki faylların idarə olunması. Deməli, baxın, bilirsiniz ki, fayl sistemləri var. Fayl sistemləri də disklərdə olan fayllarla iş sistemidir. O da əməliyyat sisteminin bir hissəsidir. Bəli, bu da onun funksiyasına aiddir. Kompüterin proqramları arasında əlaqə yaradılması. Bəli, o həm də proqramlar arasında əlaqəni təmin edir, həm də qurğular arasında da əlaqəni təmin edir. Gəlir ki, BIOS, Basic Input Output System. Bunun işə salınması. Biz bilirik ki, əksinə, kompüter işə düşərkən ilk olaraq BIOS işə düşür və BIOS nə iş görürdü? BIOS iki funksiyası var idi BIOS'un. Bir post funksiyası, bir də boot funksiyası. Post funksiyası o idi ki, görüm əgər burada açıqdırsa göstərim sizə diqqətli şəkildə. Aha, baxın. BIOS'un iki funksiyası var idi və bir post funksiyası, bütün təməl qurğuların test olunması, bir də boot funksiyası idi. Əməliyyat sisteminin xarici yaddaşdan əməli yaddaşa yüklənməsi. Baxın, post prosesi qurğuları testdən keçirirdi. Əgər hər hansı bir problem varsa xəbər verirdi. Yoxdursa boot prosesi başlayırdı. Əməliyyat sistemini hard diskdən RAM-a əməli yaddaşa yükləyirdi. Bax belə. Yəni əksinə, baxın, BIOS əməliyyat sistemini yükləyir. Əməliyyat sistemi BIOS-u yükləmir. Yəni 37-ci sualın doğru cavabı Y variantıdır. Yəni əməliyyat sisteminin funksiyalarına aid deyil BIOS-u işə salmaq. Əksinə, BIOS əməliyyat sistemini işə salır. 37-ci sualın doğru cavabı Y variantı olmuş oldu. Gələk 38-ci suala. Gəlin mən sizə bu sualı izah edim. Deməlidir ki, dokument qovluğunda 8 fayl yerləşdirilmişdir. Maskalardan ulduz sual istifadə prinsiplərinə əməl edərək təklif olunan maskasına uyğun gələn faylları seçin. Gənclər, deməli nəyə baxırıq?
Birinci növbədə bilirsiniz də fayl maskası şablonları var. Sual və ulduz simvolu. Bu maskalar sayəsində biz faylları şablon şəkildə axtara bilərik. Onları bir neçə faylı eyni anda ekrana gətirə bilərik. Baxın, mən burada hansı prinsiplə gedirəm həmişə. Bu tiplərdə çalışın ulduza çox baxmayın. Həmişə tələbələrimə demişəm, ulduz sanki qaynanadır. Yəni siz onda istəsəniz də səhv tapa bilmirsiniz. Əgər kimsə evdə bu videoya baxırsa, istəsə səsimi biraz alsın. Deməli, ulduz sanki qaynanadır bu tiplərdə. Ulduzda səhv tapa bilmirik heç vaxt. Çünki bilirsiniz də niyə? Ulduz ixtiyari sayda simvolu əvəz edə də bilər, etməyə də bilər. Yəni biz onda nə səhv tapa bilərik? Amma bu tiplərdə əgər bir səhv varsa, deməli, gedin onu ancaq sualda axtarın. Çünki sual gəlindir. Nə səhv olsa, bu o deməkdir ki, yazıq gəlin eləyib. Yəni ki, həmişə bu tiplərdə çalışın sual işarəsinə baxın. Çünki sualda məhdudiyyət var. Siz bilirsiniz ki, bir sual nə az, nə çox məcburi olaraq sadəcə və sadəcə bir simvolu əvəz etməlidir. Yəqin ki, bunu bilirsiniz artıq. Gəlin sualımızın izahına keçid edək. Yenə də bunları slayddan göstərə bilərəm, amma vaxt çox itir deyə bu şəkildə deyirəm. Baxın, biz görürük ki, A-nın əvvəlində, gedin birinci suallara baxın. Biz görürük ki, A-nın əvvəlində bir sual var. Bu o deməkdir ki, mütləq A-nın əvvəlində bir simvol olmalıdır. Məsələn, birincidə bu prinsip pozulur. Çünki bu A-dan əvvəl ümumiyyətlə simvol yoxdur. Bu A-dan da əvvəl 3 dənə simvol var. Deməli, bir yanlışdır. Bizdən uyğun gələnləri soruşur. Aydındır? Biri sildiniz. Bir olan variantlarda silin. Sonra nəyə baxırıq? Məsələn, 6 da bu prinsipi pozur. Məsələn, baxın, bu A-dan əvvəl ümumiyyətlə simvol yoxdur. Bu A-dan da əvvəl bir neçə simvol var, 2 simvol var. 6 da bu prinsipi pozur. 6-nı da silirsiniz. Sonra məsələn, nəyə baxa bilərik? Bu prinsiplə daha başqa nəsə tapa bilmərik. Sonra nəyə baxırsınız, gənclər? Deməli, siz görürsünüz ki, burada A və B-nin ortasında dayanır bir dənə ulduz, bir dənə də sual simvolu. Ulduza baxmırsınız, çünki ulduz istədiyini əvəz edər, etməyə də bilər. Yəni, ulduz A və B arasında heç bir simvolu əvəz etməyə də bilər. Yəni, orada ulduz boş dayana da bilər. Yəni, heç bir simvol olmaya da bilər orada. Amma A və B ortasında bir dənə sual varsa, bu o deməkdir ki, A və B-nin ortasında mütləq və mütləq bir simvol olmalıdır. Aydındır? Məsələn, ikincidə görürəm ki, A və B-nin ortasında heç bir simvol yoxdur. Amma halbuki sual varsa mütləq simvol olmalıdır. Məsələn, ikinci bu şərti ödəyir, silirsiniz. 5 də eyni ilə bu şərti ödəmir. Baxın, A və B-nin ortasında heç bir simvol yoxdur. Yerdə qalır 3, 4, 7, 8. Baxın, hamısı bu prinsipi ödəyir. Məsələn, 3-də niyə ödəyir deyim sizə. Deyərsiniz ki, ay müəllim, burada da A ilə B-nin ortasında heç nə yoxdur axı. Baxın, mən götürsəm əgər birinci B-ni yox, ikinci B-ni götürsəm, A və B-nin ortasında ən azı bir dənə simvol var da, digərini ulduz əvəz edir. Amma sual varsa mütləq bir simvol olmalıdır axı. Burada da mütləq bir simvol yerləşir. Yəni, məsələn, tutaq ki, C-ni sual əvəz edə bilər. Bu birisi beni də ulduz əvəz edə bilər. 3 doğrudur. 4 də eyni qayda ilə yenə baxın. Deyərsiniz ki, müəllim, axı yenə bu AB arasında axı simvol yoxdur. Birinci B-yə baxmayın, ikinci B ilə əlaqələnib də. Məsələn, bu B-ni sual əvəz edə bilər. Aydındır, ulduz da zaten əvəz etməyə bilir. Bax belə. Yəni doğru cavab 3, 4, 7, 8. Digərlərində də elə eyni prinsipdir. Yəni 38-ci sualda doğru cavab B variantı olmuş oldu. Keçək növbəti 39-cu suala. Aha, görək burada nə deyir. Deyir, video informasiya ekranın 1024 vurulsun 768 rejimində rəng palitrası 216 olmaqla saniyədə 30 kadr sürəti ilə nümayiş etdirilir. 1 dəqiqəlik video informasiya yaddaşda neçə megabayt yer tutar? Deməli, gənclər, mənim bu rəng məsələləri ilə bağlı bir dənə qısa qeydim var. Slayddan göstərməyəcəm, amma o qısa qeydi mütləq göstərim sizə. Onu çünki sadə dillə yazmışam. Deməli, rəng məsələsində, yəni şəkildir, videodur, bunlarda nə edə bilərik? Hər şeyi vururuq bir-birinə. Bunu bağlaya bilsəm əgər. Nəsə bağlanmadı. Hə. Deməli, baxın, rəng məsələsində hər şeyi biz, üzülürsən, hə. Hər şeyi biz bir-birinə vururuq bir-birinə. 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 Hər şeyi biz bir-birinə vu
Mouse'da problem var. Aha. Deməli, rəng məsələsində hər şeyi vururuq bir-birinə, hər şeyi vururuq bir-birinə. Vururuq bitə bərabər olur həcmə. Rəng çaları, rənglər palitra deyirsə, vururuq qüvvətə. Yəni 256 rəngdirsə, 256 208 olduğu üçün vururuq 8-ə. Yox, əgər rəng dərinliyi, rəng tərtibidirsə, artıq bu 1 pikselin həcmidir. Onda özünə vururuq. Yəni 256 rəng dərinliyi desə, vururuq 256-ya. Və nəyi soruşursa yerinə x yazırıq. Maksimal sayı soruşanda, rəngləri soruşanda da 2 üstü eni tapırıq. Yəni eni qaldırırıq qüvvətə. Gəlin indi bir sualımızın izahına baxaq. Bilirsiniz ki, elə video informasiyanın da həcmi qrafiki fayl kimidir. Videoda bilirsiniz də şəkillərin, kadrların müəyyən bir müddət ərzində bir-birini əvəz etməsidir. Videoda əlavə parametrlər var idi. Kadr sürəti. Yəni burada əgər kadr sürəti 30-dursa, yəqin videonu editləyəndə görmüsünüz də aşağıda belə şəkillər tez-tez keçir. Yəni bu o deməkdir ki, 1 saniyə ərzində 30 dənə şəkil bir-birini əvəz eləyir. Yenə video faylın həcmində də bilirsiniz də piksellərin həcmini vururuq bir-birinə. Bilirsiniz ki, görüntülər, təsvirlər nöqtələrdən, piksellərdən ibarətdir. Ekranın ölçüləri 1024x768 isə vururuq bir-birinə. 1024 vurulsun 768. Sonra piksellərin sayını bilirsiniz ki, vururduq bir pikselin həcminə. Bir pikselin həcmini necə təyin edirdik? Əgər rəng palitrası deyirsə, bilirsiniz də qüvvətə vururuq. Rəng palitramız 2/16-dırsa, qüvvəti götürürəm. İndi göstərdim sizə. Deməli, burada bir pikselin həcmi 16 bitdir. Və mənim kadr sürətim 30-dur, vururam 30-a. Deyək ki, nümayiş etdirilir videomuz və 1 dəqiqəlik video. Baxın, əgər bizim sürətimiz saniyə ilə verilibsə, videonun müddətini adətən saniyə ilə götürmək lazımdır. Deməli, mən bu 1 dəqiqəni də saniyəyə çevirməliyəm. Bilirsiniz ki, 1 dəqiqəmiz də 60 saniyədir. Bunu yəqin ki, bilməyən yoxdur. Mütləq ki, videonun müddətini əgər sürət saniyə ilə verilibsə, saniyəyə çevirmək lazımdır. Deyək ki, video informasiya yaddaşda neçə megabayt yer tutar? Baxın, həcmi hesablamaq üçün bütün parametrləri vurdum bir-birinə. 1024-ü vurdum 768-ə. Əgər rəng palitrası 216-dırsa, deməli 1 piksel 16 bit yer tutur. Vurdum kadr sürətini 30-a. Videonun müddəti 1 dəqiqədir, yəni 60 saniyədir. Vurdum 60-a. Bunu sadələşdirib çevirməliyəm cavabı megabayta. Baxaq. Deməli, bilirsiniz ki, 1024 2 üstü 10-dur. 768-i də mən parçalayıb 3 vurulsun 256 kimi yazaram. 256 da bilirsiniz də 2 üstü 8-dir. Yazıram 3 vurulsun 2 üstü 8. 16 da 2 üstü 4-dür. 30-u saxlayıram olduğu kimi. 60-ı da hələ ki olduğu kimi saxlayaq. İndi baxaq. Bunları sadələşdirsək, 2 üstü 10 vur 2 üstü 8 vur 2 üstü 4. Baxın, 2-nin qüvvətlərini bir-birinə vururam. Vuranda da bilirsiniz ki, üstlər toplanır. 10 plus 8, 18 üstə gələk 4. Eləyir 2 üstü 22. 3-ü vururam 30-a. 90 yazıram. Vurulsun 60. İndi mən bunu megabayta keçməliyəm. Baxın, bizdə gəlirdi bit, sonra byte, sonra kilobayt, sonra isə megabayt, düzdürmü? 1 bayt 2 üstü 3 bit idi, 1 kilobayt 2 üstü 10 bayt, 1 megabayt 2 üstü 10 kilobayt. Biz kiçikdən böyüyə keçəndə bölürdük. Nəyə bölürdük? Aradakı məsafəyə. 3 plus 10, 13 plus 10, 23. Yəni, həmişə o 2-nin qüvvətlərini toplayırdıq. Düzdürmü? 10 üstə gələk 10, 20 üstə gələk 3. Yəni, uzun sözün qısası bitdən megabayta keçəndə artıq siz bunu həm də bilməlisiniz. 2 üstü 23-ə bölürük. Gəlin bölək bunu 2 üstü 23-ə. İxtisarlarımızı aparaq. Aha. Deməli, baxın. Bunu bölürəm 2 üstü 23-ə. Bilirsiniz ki, kəsir xətti bölməməlidir. Böləndə qüvvət üstlər çıxılır. 2 üstü 22 ilə 2 üstü 23 ixtisar gedir. Burada qalır bir dənə 2. 23-dən 22 çıxdı. 60-ı da bölürəm 2-yə, eləyir 30. 90-ı da vururam 30-a. Doğru cavab olur 2700 megabayt. Yəni, sualın doğru cavabı Y variantı olmuş oldu.
Bütün parametrləri vurdum bir-birinə. 1 dəqiqə dedi 60-a çevirdim. 223-ə bölüb onu megabayta çevirdim. Yəni 39-cu sualda doğru cavab Y variantı olmuş oldu. Keçək nəhayət 40-cı suala. Deyir ki, raster və vektor qrafikası vektorlarını, redaktorlarını daha doğrusu seçin. Deməli, gənclər, yadınızda qalsın ki, əgər harda siz, belə desək ki, foto sözünü gördünüz, picture sözünü gördünüz, bilin ki, o raster qrafikasına aiddir. Gəlin birinci rasterları seçək. Deməli, foto görürüksə, deməli, bu nə olacaq? Raster, yəni 2 və 3 mütləq olmalıdır orada. 2 və 3 olmayanları tez silək. Yəni, doğru cavab ya A-dır, ya da ki, Y variantıdır. Siz bilirsiniz ki, CorelDRAW-da vektor qrafikasına aiddir. Aydındır. Adobe Illustrator-da vektor qrafikasına aiddir. Deməli, doğru cavab olacaq Y variantı. 2, 3, 6, 7. Yerdə qalır Arttabler, Ultrafraktal, Fraktalındır, Aposis falan. Onlar da ki, digər qrafika növlərinə aiddir. Yəni, yenə deyirəm, adında foto, paint, picture görürsünüzsə, bu raster qrafikasıdır. Ona görə 2 və 3 oldu raster qrafikası. CorelDRAW, Adobe Illustrator isə bilirsiniz ki, vektor qrafikasına məxsus bir proqramlardır. Yəni 40-cı sualda doğru cavab Y variantı olmuş oldu. Bax belə. Davam edək. Növbəti sual, 41-ci sual. Cədvəldə faylların adları və onların informasiya həcmləri verilmişdir. Bu faylların 4 kilobayt klasterə malik diskdə yerləşdiyini nəzərə alaraq, bütün səs faylarının diskdəki informasiya həcmlərinin cəminin neçə kilobayt olduğunu hesablayın. Deməli, gənclər, birinci növbədə klasterimiz 4 kilobaytdır. Və bizdən yalnızca səs fayllarının diskdəki informasiya həcmini hesablayın deyir. Yəni, siz gedib digər faylların da həcmini hesablaya bilməzsiniz. Və səs fayllarını necə tapırdıq? Faylın genişlənməsinə, uzantısına, tipinə görə burada nöqtədən sonraki hissə genişlənməni, uzantını, tipi bildirirdi. Biz həmin tiplərə görə təyin edə bilərik ki, səs faylları hansılardır. Məsələn, burada mən bir neçə uzantıları göstərim sizə. Exe bilirsiniz də, icra olunan faylların, proqramların genişlənməsi idi COMEXE. PPT, PPTX məsələn təqdimat faylıdır. Baxın, səs faylları nələrdir? WAV, MP3, AO, AIF, MIDI. Məsələn, AV, MPG, FLAV video faylıdır, doc, docx nə bilim mətin faylıdır və s. və s. Yəni bizə lazımdır MP3, AO, AIF, MIDI, WAV bu kimi genişlənmələr. Deməli, baxın, burada əvvəldə MP3 yazıb, o sizi çaşdırmasın. Bu faylın adıdır. O tipi müəyyən etmir. Exe-yə baxırsınız. Genişlənmə bu musiqi genişlənməsi deyil. Demək, baxın, burada ikinci fayl bizim musiqi faylımızdır. AVI dedik ki, nədir? Baxın, AVI-ni görünsünüz burada. AVI videodur. Bu da sizi çaşdırmasın. Bunu da silirik. MIDI də audio fayllarının genişlənməsidir. Bunu da götürürük. MPG də videodur. Bunu götürmürük. Yəni, yalnızca 2 dənə fayl, musiqi faylı oldu bizdə. Bax, bu ikinci fayl, bir də ki, bu. Neçənci olur? 4-cü. Deməli, baxaq. Birinci faylımızın həcmi 33 kilobaytdır. Digərinin həcmi isə 28 kilobaytdır. Bunu əməliyyat sistemlərində yəqin ki, öyrənmişsiniz. Qəti olaraq bunların ikisini də götürüb toplayıb siz hesablaya bilməzsiniz. Çünki bilirsiniz ki, diskdə fayllar klasterlərə yazılır və bir faylı bir klasterə ancaq bir dəfə yazmaq olur və fayl da diskdə klaster qədər yer tutur. Baxın, tutaq ki, belə deyək də, sizin sanki 33 litrlik bir südünüz var. Onu 4 kilobaytlıq, 4 litrlik sanki klasterlərə yazırsınız. Yəni, məsələn, 33 kilobaytlıq faylı 4 kilobaytlıq klasterlərə yazsaq, 4, 4, 4, 4. Gedəcək hələ, deməli, 4, 4, 4, 4, 4. 8 dənəsi tam da olacaq, bilirsiniz də. Aha, 8 dənəsi tam da olur. Görüm 8 dənə oldu, hə. Artıq növbəti o 1 kilobayt keçir 9-cu klasterə. Yəni, sanki belə düşünün də, 33-ü bölürsünüz 4-ə, 8 dəfə düşür, tam düşmür, qalırsa, artıq bu 9-cu klasterə keçir. Və siz də bilirsiniz ki, fayl diskdə klaster qədər yer tutur. Yəni, burada 9 dənə klaster sərf olunub da,
Fayl diskdə klaster qədər yer tutursa, 9-u vurursunuz, bir klasterin də həcmi 4 kilobaytdır. 4-ə doğru cavab olur 36 kilobayt. Yəni bizim bu faylımız diskdə tutur 36 kilobayt. Ya da mən bunun qısa yolunu demişdim sizə. Baxın, baxırsınız ki, faylın diskdə tutacağı yer klasterə tam bölünməlidir. Baxırsınız ki, əgər 33 4-ə tam bölünmürsə, 33-dən sonra 4-ə bölünən ədəd hansıdır? 36. Deməli, sizin faylınız diskdə 36 kilobayt yer tutacaq. Zaten bunu da sübut elədik. Sonra keçirəm növbəti fayla. Faylın həcmi 28 kilobaytdır. 28 4-ə tam bölünüb. Ona görə də elə bu faylın diskdə tutacağı yer də 28 kilobayta bərabərdir. 7 klasterə yerləşir. Bütün səs fayllarının cəmini istəyir bizdən. 36 ilə də siz 28-i toplayırsınız. Olur neçə? 64 kilobayt. Yəni 41-ci sualda doğru cavab 64 olmuş olacaq. Bax belə. Keçək növbəti 42-ci suala. Deyir ki, hansılar doğrudur? Bu da proqram təminatı ilə bağlı bir, necə deyərlər, sualın izahıdır. Gəlin biz bunu sizlə aydınlaşdıraq. Deyir ki, hansılar doğrudur? Yenə slayddan göstərməyəcəm. Vaxtımız çox getməsin. Pascal mürəkkəb informasiya sistemlərinin yaradılmasında istifadə olunur. Bilirsiniz ki, mürəkkəb informasiya sistemlərinin yaradılmasında istifadə olunanlar case texnologiyasıdır və Pascal isə proqramlaşdırma dilinə aiddir. Düzdür? Hər ikisi instrumental proqram təminatına aiddir. Bilirsiniz də, instrumental üç yerə bölünürdü. Proqramlaşdırma dilləri və sistemləri, proqramlaşdırmanın mühiti və proqramın kompleksləri. Yəni, Pascal proqramlaşdırma dillərinə aiddir. Mürəkkəb informasiya sistemlərinin yaradılması case texnologiyasıdır. 2. Proqramlaşdırma dillərində yazılmış proqram ilkin proqram adlanır. Bəli. Məsələn, hansısa bir proqramlaşdırma dilində biz bir kod yazırıq, proqram yazırıq. O ilkin proqramdır. Bilirsiniz ki, translator onu çevirir maşın dilinə. Maşın dilindəki proqrama isə işçi və ya mütləq proqram deyilir. 2. Doğrudur. Framework tətbiqi proqramdır. Bəli. Bu proqramın inteqrallaşdırılmış mühitinə aiddir. Məsələn, Office paketi kimi bir proqramdır. İçində çoxlu funksiyaları yerinə yetirən proqramların toplusu var. Framework, bəli, tətbiqidir. 4. Application Development Workbench instrumental proqram təminatına aiddir. Bəli, baxın, mürəkkəb informasiya sistemlərinin yaradılmasında istifadə olunan proqram budur. Case texnologiyasına aiddir. Yəni 4-də doğrudur. 5. İzark utilitdir. Bilirsiniz ki, İzark arxivatordur. Arxivatorlar da utilitlərə aiddir. 6. ScanDisk sərt diskin virtual təmizlənməsini həyata keçirir. Xeyr, sərt diskin virtual təmizlənməsini həyata keçirən disk cleanup-dır. Aydındır? Cleanup. Aha. ScanDisk diskdə olan səhvləri aşkara çıxardır. Onları aradan qaldırır. 6 yanlışdır. Deməli, sualın doğru cavabı 2, 3, 4, 5 olacaq. 42-də doğru cavab 2, 3, 4 və 5 olacaq. Gələk 43-cü suala. Bu sual keçən ilin qəbul sualı olub və mən indi sizə bu sualın izahını verəcəm və bununla bağlı bir qeyd də göstərəcəm. Deməli, baxaq. Deyək ki, 512 Hz diskretləşdirmə tezliyi ilə 2 kanallı stereo audio faylı yazılır. Audio yazılır. 2 kanallı stereo 512 Hz. Səs yazma 64 səviyyəli diskretləşdirmə ilə aparılaraq 1 dəqiqə 4 saniyə davam edir. Hər bir siqnalın mümkün, minimal və eyni sayda bitlərlə kodlaşdırıldığını nəzərə alaraq audio faylın həcmini kilobaytla müəyyən edin. Ümumiyyətlə, sizə onu deyim ki, çox uzatmaq istəmirəm artıq. Deməli, bilirsiniz ki, səs kartı adlanan bir cihaz var. Qurğular ancaq rəqəmsal siqnalları tanıyır. Biz isə yalnız analoq siqnalları tanıyırıq deyə. Məsələn, mikrofon bizim səs siqnallarımızı daxil edir. Tutaq ki, mən hal-hazırda kompüterin mikrofonu ilə sizə səsimi çatdırıram. Yəni, qurğuya mikrofon daxil edir. Və səs kartı adlanan cihaz da həmin o səs siqnallarını, analoqları rəqəmsala çevirir. Daha sonra isə, məsələn, biz kompüterdə olan səsləri duyub anlayırıq. Məsələn, onun öz daxili dinamikləri vasitəsilə. Yenidən səs kartı adlanan cihaz qurğuda olan rəqəmsal siqnalları, analoq siqnallara çevirir və bizim eşitməmizi təmin edir. Deməli, yəni belə deyək də,
Audio faylların həcmini tapanda bizim üçün mühüm, vacib olan şey odur ki, səs kartının keyfiyyətini bilək. Çünki səs kartı qurğularla bizim aramızda olan səs informasiyasının prinsiplərini təyin edir və həmin o səs kartı analog səsləri rəqəmsala və rəqəmsalı analoqa çevirir. Və səs kartı, müasir səs kartları iki cür keyfiyyətdə olur. Aşağı və yuxarı keyfiyyətli. Burada da zaten görürsünüz. Aha. Və həmin o səs kartlarının diskretləşdirmə tezliyi olur. Diskretləşdirmə tezliyi nədir? Yəni hansı tezlikdə analog siqnalları rəqəmsal siqnala çevirir, diskret siqnala çevirir? Bax bu şəkildə. Deməli, indi biz bilirsiniz də, hər hansı bir səs faylı da mütləq kompüterdə kodlaşır və təbii ki, onun da müəyyən bir həcmi var. Biz əgər audio faylların həcmini tapırdıqsa və audio bərabərdir, bilirsiniz ki, hər bir səsin də müddəti olurdu. Biz onun müddətini, yəni saniyə ilə götürürdük adətən bunda, vururduq onun keyfiyyətinə. Aşağı keyfiyyət deyəndə 8 bit və ya 5.5 kHz-ə, yuxarı keyfiyyət deyəndə 16 bit və ya 44 kHz-ə vururduq. Əgər stereo 2 kanallı görürdüksə, vururduq 2-yə, 4 kanallı görürdüksə 4-ə vururduq. Və məsələn, kilohertz görəndə də bilirsiniz də, kilo 1000 deməkdir deyə 1000-ə vuracaqdıq. Hertz də zaten 1 bölü saniyədir, vahid zamanda görülən işdir. Amma bizim sualımızda artıq belə desək ki, orada aşağı keyfiyyət, yüksək keyfiyyətdən danışmır. Sadəcə bizə deyir ki, səs yazma 64 səviyyəli diskretləşdirmə ilə aparılır. Yəni burada diskretləşdirməmiz 64 səviyyəlidir. Gəlin indi bununla bağlı sizə bir qeyd göstərim mən. Burada bunu skrin edib oxuya bilərsiniz. Necə hesablanır burada. Deməli, baxın. Deyir ki, müasir səs kartları 16, 32 və 64 bitlik kod uzunluqlarına təmin edir. Siqnalın müxtəlif səviyyələrinin sayı n bərabər 2 üstü formulu ilə hesablanır. Bu sanki əlifba kimidir də, yəni 64 səviyyə sanki 64 simvollu əlifba deməkdir. Məsələn, əgər n bərabər 2 üstü 16-dırsa, onda 65536 müxtəlif səs səviyyəsi vardır. Yəni, gənclər, burada artıq səviyyə deyəndə sanki 64 simvollu əlifba kimi düşünün də bunu. Yəni 64-ü 2-nin qüvvəti kimi götürməliyik. Artıq burada keyfiyyət yox, bu səviyyəyə baxırıq. Deməli, baxaq. Yəni, məsələn, normalda bizə özü deyirdi ki, yüksək keyfiyyət 16 bit və ya 44 kHz götürürdük. Burada artıq özü o səviyyəni və hersi verir. Deməli, baxaq. Səsin həcmində nə iş görəcəkdik? Bütün parametrləri vururuq bir-birinə. Səsin müddətini vururuq keyfiyyətə. Deməli, 64 səviyyə dedisə, 64 2 üstü 6 olduğu üçün biz nəyə vururuq? 6 bitə. Və burada 512 Hz var. 512-ni vururam 6 bitə. Və səsin müddəti 1 dəqiqə 4 saniyədir. Bunu saniyəyə çevirirəm. Bilirsiniz ki, 1 dəqiqəmiz 60 saniyədir. Üzərinə də o 4 saniyəni gəlirik. Olur 64 saniyə. Vururam 64-ə. İndi baxaq. Və bizdə 2 kanallı stereo səs deyirsə, dedi ki, 2 kanallı görəndə vururuq bir də 2-yə. Cavabı da kilobaytla istəyir. Baxın, gəlir bit, sonra bayt, sonra kilobayt. 1 bayt 2 üstü 3 bitdir, 1 kilobayt 2 üstü 10 baytdır. Kiçikdən böyüyə keçəndə bölürdük. Nəyə bölürdük? Arada olan 2-nin qüvvətlərini toplayırdıq. 10 ilə 3-ü topladıq 13. Yəni bitdən kilobayta keçəndə hər zaman yadda saxlayan 2 üstü 13-ə bölürsünüz. Bölürəm 2 üstü 13-ə. Gəlin bunu biraz sadələşdirək, sonra bölək. 512 2 üstü 9-dur. 64 2 üstü 6-dır. Bu da yazılmırsa üstü 1'dir. Vur 6. Bu da olacaq, üstlər toplanacaq. 6 vurulsun 2 üstü 16. Bölünsün 2 üstü 13. Düzdürmü? Mən 2 üstü 16-nı bölürəm 2 üstü 13-ə. Qalır 2 üstü 3. Üstlər çıxılır. Olur 6 vurulsun 8. Bu da bizə verir nəyi? 48 kilobaytı. Yəni sualın doğru cavabı olacaq 48. İstəyirsiniz bir də vurğulayım nə iş gördüm. Deməli, diskretləşdirmə tezliyim 512 idi. Əgər 64 səviyyəli diskretləşdirmə ilə aparılıbsa səs yazma, 64-ü 2 üstü 6 kimi göstərdim, vurdum 6 bitə. Səsin müddəti 64 saniyə etdi. 2 kanallı dedisə vurdum 2-yə, sonra da onları sadələşdirib çevirdim kilobayta, böldüm 2 üstü 13-ə. 43-cü sualda doğru cavab oldu neçə? 48.
Keçək növbəti suala, nəhayət son iki sual. 44-cü sual. Bir alqoritm aşağıdakı fraqmentinin yerinə yetirilməsindən sonra C dəyişəninin qiymətini müəyyən edin. Bu çox sadə primitiv sualdır. Üstündə çox durmayaq. Sürətli şəkildə gəlin bunu sizin üçün işləyim mən. Deməli, çalışın həmişə dəyişənləri bu şəkildə cədvəl şəklində yazın ki, uzun misallarda dəyişənlərin qiyməti itməsin. A-nın qiyməti 5, B-nin qiyməti 7. Deməli, baxaq. Sual veririk. A böyükdürmü B-dən? 5 böyükdürmü 7-dən? Sual verin. 5 böyükdürmü 7-dən? Yox. Onda yox qolu ilə hərəkət edirik. Ox bizi hara aparırsa ora gedirik. B bərabər ulduz vurmadı bilirsiniz. 2 vurulsun aya. Yəni 2 vurulsun 5-ə. 2-ni 5-ə vuranda nə oldu? 10. Artıq B-nin yeni qiyməti 10-dur. Bilirsiniz də, yeni qiymət alanda köhnəni unuduruq. Təzə gəlir bazardan, köhnə düşür nəzərdən. Sonra oxun istiqaməti ilə yenə gəlirik. Burada da deyək ki, S bərabər A plus B. Yəni S bərabərdir 5 plus 10. S'nin qiyməti nə oldu? 15. Yazaq bura. S'nin qiyməti 15. Oxun istiqaməti ilə gəlirik. Bu bizə göstərir ki, S'nin qiymətini çap et. Yəni 15-i nə et? Çap et. Yəni 44-cü sualda sualın doğru cavabı 15 olmuş oldu. Ümid edirəm ki, bu sualı düz yazmısınız. Çünki bu sual çox asan sualdır. Gələk növbəti 45-ci suala. Bu sualda belə desək ki, qrafika ilə bağlı bir sual tipidir. Əslində mən bu sual haqqında geniş danışmağı düşünürdüm, amma görürəm ki, video uzanır. Sadəcə burada açar sözləri deyəcəm ki, siz testdə bunu rahat şəkildə tapın. Bilirsiniz ki, qrafikanın 3 növü var. Raster, üzr istəyirəm, 4 növü var. Raster, vektor, fraktal və 3 ölçülü. Deməli, baxın, fraktal qrafika bilirsiniz də, əsasən oyunlarda, backgroundlarda, arxa fonlarda istifadə olunur. Müəyyən tənliklərin köməyi ilə yaradılır və fraktal qrafika sanki oradakı təsvirlər göstərim sizə buradan hətta. Bilirsiniz də, sanki fraktal qrafikada Sanki fraktal qrafikada simvol nə idi? Şəkillər bir-birinin güzgü əksi ilə simmetriya əsasında yaradılır. Bir-birinə oxşardır burada şəkillər. Baxın, güzgü əksi ilə yaradılır. Şəkillər burada bir-birinə oxşuyur. Görürsünüz, bu fraktal qrafikadır. Yəni, əgər siz özünə oxşarlıq və yaxud da ki, avtomatik generasiya sözünü görürsünüzsə, bilin ki, söhbət fraktal qrafikadan gedir. İndi bir-bir bunların sizə mən təriflərini göstərərəm slaydda. Deməli, əgər özünə oxşarlıq sözünü və ya avtomatik generasiya sözünü görürsünüzsə, bilin ki, söhbət fraktaldan gedir. Aydındır? Yəni, A variantı aiddir 1-ə. Uyğunluğu həmişə bu şəkildə oxuyun. Yəni, gedib 5 saat axtarmayın ki, görəsən 1-ə nə aiddir, 2-yə nə aiddir. Amma oxudunuz. Yazdı başlıca xassələrindən biri özünə oxşarlıqdır. Özünə oxşarlıq gördünsə, bu fraktaldır. Ya da avtomatik generasiya gördünsə. B variantı. Təsvirlərin ölçülərinin böyüdülməsi onların keyfiyyətinə təsir etmir. Dedik ki, bu vektor qrafikasına aiddir. Təsviri böyüdəndə keyfiyyət aşağı düşmürsə, vektorda. Rasterda əksinə təsir göstərir, keyfiyyət aşağı düşür. Məşhur redaktorlarından biri Maya proqramıdır. Bilirsiniz ki, Maya 3 ölçülü qrafikaya aid bir məşhur proqramdır. 2-yə uyğundur S. Photostyler. Demişdik ki, adında foto sözünü, picture sözünü görürsünüzsə, bilin ki, bu raster qrafikasıdır. 3-ə aiddir D. Foto gördünsə raster. Y variantı. Əsasən foto effektlərin və bədii kompozisiyaların yaradılmasında istifadə olunur. Bilirsiniz ki, dedik ki, foto görürüksə, picture görürüksə, bu da raster qrafikasına aiddir. Yəni, sualın doğru cavabı olacaq 1A, 2C, 3D, Y. Gəlin, indi mən sizə bir-bir bunların təriflərini də göstərim, siz rahat şəkildə görün. Baxın, burada raster təsvirlər görünür. Raster təsvirlər adətən piksellərdən, nöqtələrdən təşkil olunur, görürsünüz. Sonra var bizdə vektor qrafikası, sonra var 3 ölçülü qrafika. 3 ölçülü qrafikada dizaynda memar sahəsində istifadə olunur, memarlıq sahəsində. Burada da 3 ölçülü qrafikaya aid proqramların adlarını görürsünüz. Məsələn, Maya. Sonra var burada fraktal qrafika. Riyazi hesablamalarla təsvirləri avtomatik generasiya etmək üçün nəzərdə tutulub. Avtomatik generasiya gördüsə, özünə oxşarlıq gördüsə, bilin ki, söhbət fraktaldan gedir.
Və özünə oxşarlıq niyə deyir? Dediyim kimi, baxın buradakı təsvirdə görürsüz ki, bu hissə ilə oxşarlıq təşkil edir. Çünki simmetriya əsasında yaranır şəkillər. Deməli, bu da sizə fraktal qrafikanın tərifi və orada işləyən proqramlar mistikadır, apoşisdir, ultrafraktaldır, art tablerdir və s. və s. Fraktaldan da adətən ekran qoruyucularında, kompüter oyunlarında istifadə edilir. Nəhayət 45-ci sualda deməli dedik ki, özünə oxşarlıq gördüksə olacaq fraktal 1-ə A, B vektora aid idi. Maya gördüksə 3 ölçülü qrafika, 2-yə C. Foto gördüksə bu olacaq raster, 3-ə də D-yə. Yəni 45-ci sualda doğru cavab 1A, 2C, 3Y, 3D'ye olmuş oldu. Beləliklə sınağın izahını yekunlaşdırdıq nəhayət. Ümid edirəm ki, sizin üçün faydalı olar. Növbəti videolarda görüşmək ümidi ilə. Əgər hər hansı bir sual sizin üçün qaranlıq qalsa, mütləq ki, soruşarsınız, izahını kommentlərdə verirəm. Sağ olun, özünüzə yaxşı baxın. Bir daha sizin üçün uğurlar.